Adım Hüseyn Həsənov, ingilis dil müəllimiyəm. 20 ildən çoxdur ki, rəsmi, qeyri-rəsmi, həmişə belə deyirəm, 20 ildən çoxdur ki, tədrislə məşğulam. Hər yaşdan şagirdlərim olub, ən balaca 3-cü sinifdən daha yuxarılara qədər müəyyən xüsusi təyinatlı akademiyalarda dərslər keçmişəm, ingilis dili. 6 ildən çoxdur ki, həm də psixoloq kimi fəaliyyət göstərirəm, daha çox pedaqoq kimi fəaliyyət göstərirəm, amma eyni zamanda paralel olaraq ikinci təhsilimdə psixologiya olduğu üçün o sahədə də fəaliyyətim var. Həmkarlarla görüşmək xoşdur, ilin sonudur. Artıq hər kəsin o tükənmişlik sendromu yaşadığı bir ilin elə bir vaxt dilimidir. Biraz o vaxtda söhbətləşək, biraz təcrübələrdən. Mən çalışacağım ki, çox uzatmadan, günün bu vaxtında çox uzatmadan yekunlaşdırım. Yəni, suallarınız olarsa, onları da cavablandırmağa çalışaram, bacardığım qədər. Belə, hal-hazırda özüm fəaliyyət olaraq da Edulans adlı bir ingilis dili təhsil mərkəzimiz var. O işlə məşğuluq. Eyni zamanda da outside təbiət turizmi işimiz var. Orada da həm korporativ turlar təşkil edirik, həm də şagirdlərlə düşərgələr təşkil edirik. Həyatımın ən maraqlı olduğu anlarından biridir. Uşaqlarla keçirdiyimiz vaxtlar düşərgələrdə 3-cü, 11-ci sinif uşaqlar əhatə edir və yay aylarında çadır düşərgələri olur. Ayın 23-ü başlayırıq, bu ayın iyunun, gələn ayını üzr istəyirəm. Belə bir, Türklər demiş, yoğun bir tempo ilə yay aylarına başlayacağıq. Müəllimlər olaraq biz ən çox qısqanılan tərəfimiz şeydir, hansı ki bizim tətilimiz çoxdur, 56 günlük tətilimiz var, amma belə maraqlı videolar da var, ilin necə keçdiyini göstərən, hansı ki 56 gün ancaq bəs eləyər ki, biz özümüzə gələk təkrar. Hər işin asanlığı var, hər işin çətinliyi var, bu işin də asanlığı və çətinliyi var. Mən onun tərəfdarı deyiləm ki, işlərin asanlığı və çətinliklərini yarışdıraq. Kimin işi çətindir, kimin işi asandır. Hər kəsə görə öz işi çox çətindir. Ümumiyyətlə, vicdanla görülən hər iş çətindir, asan deyil. Əgər başdan savod eləmişsənsə, demək ki, çətinlikləri var. Həkimlərə sorursaq, onlar deyər ki, biz insanların həyatı ilə oynayırıq. Oynayırıq deyəndə, daha doğrusu həyatı üzərində işləyirik. Nəticələr çox ağır ola bilər, ona görə çox stresliyik. Bizə sorursalar, biz deyəcəyik ki, biz insanların bir ömürlük həyatına toxunuruq. Dolayısıyla bizim işimiz daha həssasdır. Mühəndislərə sorursanız, onlar deyəcək ki, dövr o qədər sürətli dəyişir ki, biz həmin o sürətə çatmaq üçün çox çalışmalıyıq və s. Yəni, hər kəs sürücüyə soruşanda, taksi sürücülərinə soruşanda, onlar deyir ki, gündə 100 min cür insanla rastlaşırıq, o da çətin. Yəni, demək ki, bu yarışa girməyə ehtiyac yoxdur. Qarşılaşdırmaq, yaxınlarda gözəl bir söz eşitdim, deyir ki, qarşılaşdırmaq məhəbbəti öldürər. İnsan öz gəlirini, öz işini, başqa işlə, qonşunun toyuğu da gözə qaz kimi görünər. Belə bir ifadə var, bilmirəm, Atalaş özünü bilirsiniz. Maraqlı bir ifadədir. Kənardan başqa işlər çox rahat görünür. Müəllimlər üçün bəzən deyilir ki, nə var ki, girib dərsi danışıb çıxırsınız, danışmaqdır. Yəni, bunun qarşılığında da pul alırsınız. Amma sadəcə danışmaq bəlkə də işin ən asan, ən kiçik bir hissəsidir. Sinifi idarə eləmək, o insanlardan ünsiyyət qurmaq, onların könüllərinə toxunmaq və s. Özəlliklə uşaqlardırsa, kiçik yaşlardırsa, məktəblidirsə, bu biraz daha çətinləşir, məsuliyyəti də artır. Ona görə qarşılaşdırmağa ehtiyac yoxdur, belə bir yarışa girməyə də ehtiyac yoxdur. Kimin peşəsi daha çətindir? Hər peşənin öz asanlığı da var, öz çətinliyi də var. Bizim 56 günlük bir tətilimiz var, dövlət məktəbində rəsmi işləyənlər üçün deyirəm, elə yaxşı ki var, hak edirik, biz layiqik o 56 günə, amma eyni zamanda təbii ki, çətinlikləri də var. Bu çətinliklərin sonunda, ilin sonunda, bu əlbəttə ki, ilin sonunda olmaq məcburiyyətində deyil, daha da tez ola bilər, amma ilin sonunda olmağı haradasa gözlənilən bir haldır ki, biz belə bir tükənmişlik sendromu yaşayırıq. Mən biraz öz təcrübələrimdən, biraz da araşdırmalarımdan müəyyən bir səbəblər və o səbəblərin həll yolları deyə bir nəticə çıxardım. Son illərdə, son bir ildir ChatGPT həyatımıza girib, yəni bir ildən çoxdur daha doğrusu, şəxsən mənim həyatımda son bir ildir ki, daha aktivdir və mən artıq hansısa seminara, təlimə ya da hansısa çıxışa hazırlaşanda birinci hazırlaşıram, bu artıq məndə vərdiş halını alıb sizlərə də tövsiyə edərəm, maraqlı olur. Sonra eyni sualı ChatGPT-yə yazıram, görüm o nə deyəcək. Bugün də eyni şey elədim, daha doğrusu bir neçə gündür bu təlimə hazırlaşıram. Birinci özüm qeydlərimi götürdüm, başlıqları yazdım, slaydımı hazırladım. Sonra eyni sualı ChatGPT-yə soruşdum ki, dedim ki, həmkarlarımla tükənmişlik sendromu haqqında danışacağım.
nələr tövsiyə edərsən deyə. O da siyahı çıxartdı. Bir neçə mövzu, məndə olmayan mövzular var idi, mənim toxunmadığım, hansı ki, onlara düşünmürəm ki, ehtiyac var. Çünki daha çox dövlət strukturu olaraq nələr eləməlidir, dövlət hansı imkanları yaratmalıdır kimi mövzuları əlavə elədi. Hansı ki, o da bizim mövzumuz deyil, bizim iradəmiz daxilində deyil onlar. Ona görə onlara toxunmayacağım. İnsan o sənin yazdıqlarınla ChatGPT-nin o boyda internet sahəsindən tapıb gətirdiklərinin eyni olduğunu görəndə insan sevinirsən ki, nə yaxşı, nəsə bilirəmiş kimisindən. Təcrübə təbii ki, təcrübə önəmli şeydir. Burada əminəm ki, məndən də təcrübəli insanlar var. Mənim 20 ildən çoxdur təcrübəm, belə deyək də, sahədəyəm. 20 ildən çoxdur ki, şagirdlərlə, yaş böyüklərlə, kiçiklərlə tədris işindəyəm. Bir balaca bu sahəyə necə gəlmişəm, ondan danışım. Hansı ki, mən elə bilirəm ki, bu tükənmişlik sendromu yaşamaq və yaşamamaq məsələsində bu çox vacibdir. Hal-hazırda ekranda heç kəsi görmürəm deyə elə bilirəm öz-özümə danışıram. Bu arada radiocuların da işinin çətinliyi odur. Qarşılarında heç bir kütlə olmadan danışırlar və reaksiya alırlar ya da almırlar. Mən də hal-hazırda biraz o şey yaşayıram. Mən də radio sendromu yaşayıram hal-hazırda sizə tükənmişlik sendromundan danışarkən. 11-ci sinifdə oxuyanda Şəki Türk Liseyi bitirmişəm mən, 2002 məzunuyam. Hamının iqtisadiyyat işlətmə yazdığı dövrlərdir, Türkiyə məzunuyam. Və Türkiyədə çox adam onu yazırdı, amma soruşsaydınız kim iqtisadiyyat bitənədə, işlətmə bitənədə insan nə edir? Çox adam da bilmirdi. Elə belə bir trend var idi. Mən də onu yazmışdım. Bütün sınaq imtahanlarda ikinci ya da üçüncü seçimimə düşə bilirdim. 10 dənə seçim olurdu. Birinciyə düşəcək qədər bal toplaya bilməmişəm heç vaxt. Yalan danışmayacağım. İşlətmə mühəndisliyi idi İTÜ-də, İstanbul Teknik Üniversitesi. Oranın balı çox idi və mən ora bal çatıra bilmirdim. 9-cu, 10-cu yerə müəllimlik yazdım. Biz dedilər ki, ümumiyyətlə hamıya ki, istəmədiyiniz, daha da balı aşağı olan bir ixtisaslarda yazın ki, ola ki, imtahanı istədiyiniz kimi keçməz və siz oralara düşərsiniz. Mən də 9-cu yerə yazdım ki, ingilis dili müəllimliyi. Mən fikirləşdim ki, müəllimlik yazım, amma hansı müəllimliyi yazım? İngilis dili müəllimliyi yazım, çünki elə bir şeydir ki, tərcüməçi də ola bilərəm, turizmdə də işləyə bilərəm, və s. belə. O ağlımla, o günkü ağlımla bir məntiqi yürütdüm və ingilis dili müəllimliyi yazdım. Sonra bir müddət keçdi, təbii ki, cavablar çıxdı. İndi o vaxtlar əvvəldən yazırdıq tərcihləri, sonra imtahana girirdik. İmtahanda da həqiqətən belə bir heç gözlənilməyən qədər pis keçdi. İntegral riyaziyyat müəllimləri varsa aramızda, onları da salamlayıram. İntegral mövzusu mənim tək əksik mövzum idi, bilmirdim onu, yaxşı bilmirdim. 4 dənə sual ard-arda çıxdı, integral sualı və statistikaya baxmışdım. O ilə qədər, bizim girdiyimiz ilə qədər maksimum bir sual çıxmışdı. 1, 0, 1, 0, yəni çıxmayan illər də olub. Çıxdığı illərdə bir dənə sual çıxmışdı. O il 4 dənə integral sual çıxdı ard-arda. Bütün həyatım gözüm qabağından keçdi o 4 sualı görəndə ki, kitabçanı açan kimi 4 dənə integral sualı. Çox bərbad bir stres idi o anda ki, ayda qəbul olmasam, neyniyərəm, necə eləyərəm? Balakənliyəm mən. Dedim ki, yəqin kirayına qayıtmayacağım falan, belə şeylər keçdi ağlımdan. Sonra qəbul oldum, çox şükür. Bir sinif yoldaşım zəng elədi, dedi ki, Hüseyin, gözün aydın, qəbul olmuşsan. Dedim, nə yaxşı, sevindim. Dedim, hara qəbul olmuşam? Dedi ki, 9 Eylül Universiteti İzmirdədir, İngilis dili müəllimliyi. Bir anda elə bir ki, o sevincimdən bir məyusluq yaşadım ki, bu nə idi, 9-a düşdüm mən. Mən ki, 2-dən, 3-dən aşağı düşməmişdim, sınaqlar ki, daha çətin olur halbuki. Elə bir ki, o müəllimliyə qarşı orada bir şeyim oldu. Çünki bilirdim ki, müəllimlik trend bir şey deyil. Buradan hamı gedir Türkiyəyə mühəndislik oxumağa, nə bilim, iqtisadiyyat oxumağa, həkimlik oxumağa, hüquq oxumağa və s. Və mən də düşmüşəm müəllimliyə. Onu həmişə abituriyentlərə danışanda bu hadisəni fərqli aspektdən, onlar biraz anekdotlaşdırıram ki, onlar da biraz gülsünlər deyə. Deyirəm ki, hamı soruşturdu ki, hara qəbul olmuşsan rayonda? Mən dedim ki, Türkiyəyə qəbul olmuşam. Çünki biz zaten Türk liseyində oxuyurduq qardaşımla. Mən də hamı bizdən belə bir uğur gözlüyordum. Yəni qəbul olmama kimi ehtimal zaten yox idi. Amma hara qəbul olmuşsan soruşdular. Dedim ki, Türkiyə, elədilər. Deyəm, bəs soruşdular ki, hansı ixtisasa? Dedim ki, ingilis dili müəllimliyinə. Elədilər. Deyəm ki, o bir dənə mötərizəsi vardı ki, yəni buradan basıb Türkiyəyə müəllim olmağa mı gedirsən? Belə bir, yəqin ki, ağıllarından keçirdi, amma üzümə qarşı demirdilər. Sonradan onu analiz edib bilirdim. Amma bugün o pişiyin əli ətə çatmayanda iylənmiş deyir, belə bir misal var. O deyil. Sözün əsl, o olsaydı çünki 20 il keçib artıq, 20 ildən də çox keçib, 2002-dən bu yana.
Çünki elə qəbul olduğum ildən başlamışam uşaq azlaşdırmağa Türkiyədə. Ona görə başda dedim ki, rəsmi, qeyri-rəsmi müəllimlik edirəm deyə. Bunların hamısını o sendroma bağlayacağım. Yəni belə məqsədim həyat hekayəmi danışıb sizi sıxmaq deyil. Və mən baxdım ki, o 20 il ərzində əlbəttə ki, mən peşəmi çox-çox rahat dəyişə bilərdim bir çox insan kimi, amma baxdım ki, elə ruhum buymuş, yəni əslində pedaqoqmuş ruhum və mən tam düşməm gerəkən yerə düşmüşəm. Hər işdə bir xeyir var, sözü möhtəşəm bir sözdür və mən burada da gördüm ki, xeylisi budur. İqtisadiyyat işlətmə oxusaydım, böyük ehtimal yenə oralarda olmayacaqdım, başqa sahəyə keçəcəkdim. Çünki mən oranın adamı deyiləm. Mənim üçün məndən daha xeyirli olanı bilən də var. Şükürlər olsun ki, ona güvənmişəm və o da şükürlər olsun daha yaxşı, daha xeyirlisini qismət elədi. Nədir məni bu sindroma tabe eləməyən ya da mən o tükənmişlik sindromuna girəndə çıxaram və necə o tükənmiş sindromuna girirəm, biraz o haqda istəyirəm ki, danışaq. Mən ekranı açacağım, həmin o slayd olanı. Əgər o ekranı görürsünüzsə, zəhmət olmasa deyərsiniz. Çünki hələ də elə bilirəm ki, görünmür. Hal-hazırda slayd görsənir, yoxsa? Görünür. Çox sağ olun, təşəkkür edirəm. Özüm belə texnologiyanı nəyinsə bacarmayan yaşlandığımı hiss edirəm onda. Oldu. Deməli, tükənmə səbəbləri nədir? Bir, işin vacibiyyətinin fərqində olmamaq. Biz bir iş görürük, müəllimlik edirik. Hər birimizin yəqin burada 100-dən çox insan var qoşulan, çox şükür. Hər kəsin yəqin fərqli-fərqli 3 il olan, 5 il olan, 1 il olan, 20 il olan vardır yəqin ki. Bu iş həmişə deyirəm ki, sevilməzsə eləməyəcək bir işdir. Əslində, bir çox peşə elədir, yəni sevməsin, eləməsin. Amma bəzi peşələr var ki, onların təbiəti etibarilə çox gəlirli sahədir. Həkim olsun, mühəndis olsun, proqramistlər məsəl üçün bugün dövrün ən məşhur peşələrindən biridir. Bu adamların maaşı da zaten başlanğıc maaşı ilə 2000-3000-dən başlayır. Bir balaca da özünü yetişdiribsə, artıq 5 minlər, 7 minlər, 10 minlər, 12 minlərdən söhbət gedir. Yəni, adam sevməsə də o pula görə onu bəlkə eləyə bilər, amma bizim peşəmiz elədir ki, başlarda ən azından, yəni sonralarda bizim peşəmizdə də müəllimliyin hansı sahəsi olduğunu asılı olmadan kifayət qədər gəlirli insanlar var, özlərini yetişdirən. Amma işin vacibiyyətinin fərqində olmamaq, yəni önəmsiz bir iş görmək insanı bu həyatda motivə eləməz. Yəni, həvəslə o işi görməz. Bir iş görürsən və çox da onun deyək ki, önəminin fərqində deyilsənsə, elə başda özün zaten o işi kiçik görürsən, önəmsəmirsən və ilk fürsətdə həvəsdən düşürsən, ilk zərbədə həvəsdən düşürsən. Birinci tükənmə səbəblərindən birisi budur ki, işin vacibiyyətinin fərqində olmamaq. Yəni, biz nə boyda önəmli bir iş, nə boyda böyük bir iş gördüyümüzün fərqində olmazsaq, ona görə tükənmə səbəbi. Çünki kifayət qədər bizi narahat edən səbəblər var. İstər fərdi problemlərimiz var, istər məişət problemləri var, sosial problemlər var. İstərsə də peşə ilə bağlı, istərsə də peşəni icra elədiyimiz yerlə bağlı, ətrafımızdakı insanlar, şagirdlər, valideynlər, məktəb rəhbərliyi və s. və s. Burada ola bilər ki, məktəb rəhbərliyin özü də var, həmkarlarımız da ola bilər. Yəni, bizim iradəmizdə olmayan bir çox səbəb var, hansı ki, problem çıxaran bizə və bunların hər biri səbəb ola bilər ki, biz o tükənmə sendromunu yaşayaq. Amma bizi oradan qurtaracaq bir şey lazım. O da işin vacibiyyətinin fərqində olmaqdır. Birinci səbəb mənə görə budur. İkincisi, gözləntilər həyata keçmədiyi zaman yenə tükənmə sendromuna düşə bilirik. Nədir gözləntilər? Bu iki cür ola bilər. Maddi gözləntilər ola bilər, mənəvi gözləntilər ola bilər. Hər ikisi də bizim haqqımızdır əslində. Yəni, məsəl üçün, biz ümumiyyətlə cəmiyyətdə bəzi şeyləri belə kodlanan sözlər var bizdə. Pul qazanmaq, məsəl üçün, ayıb kimi, yəni çox pul qazanmağı istəmək, adama deyirsən ki, məsələn, çox pul qazanmaq, yox, deyir, mən çox pul qazanmaq istəmirəm. Halbuki istəyir, yəni hamı da istəyə bilər, bu çox normal bir şeydir. Sadəcə çox pul qazanarkən dəyərlərdən vaz keçməmək lazım, ləyaqətsizliklər eləməmək lazım, kiminsə haqqına girməmək lazım, yalan danışmamaq lazım. Hə, o pul qazanma prosesini, o fəaliyyəti pis, çirkin bir hala gətirəcək hallar var, amma belə pul qazanmaq ayıb bir şey deyil. Daha çox pul qazana bilmək varkən, daha az ilə yetinmək də lazımdır. Daha çox pul qazana bilirəmsə, daha çox pul qazanmam lazım. Hə, orada ailəmin vaxtından, özümün vaxtından oğramadan, yenə normal gündəlik 8 saat işləyib, daha çox pul qazanma imkanım varsa, niyə də qazanmayayım? Bizim də ola bilər ki, gözləntilərimiz o maddi olaraq, yenə deyirəm, peşə olaraq digər peşələrdən maddi gəlirlilikdə fərq var. Sən
sən də 8 saat çalış, bir həkim də 8 saat çalışsın, o daha çox qazanacaq. Bu çox normal bir şeydir, yəni. Əlbəttə, həkimlərdən çox qazanan həmkarlarımız da var, o ayrı məsələ, amma istisnalar qaydanı pozmaz. Bir, bu gözləntilər həyata keçmədiyi zaman, bir də ola bilər ki, bir müəllim olaraq deyək ki, mən gözləntim odur ki, sinifdəki 20 uşağın 20-si də 20-30-dur, maşallah da, dırnaq arasında maşallah, dövlət məktəblərində uşaqların sayı çoxdur sinifdə. Mən dövlət məktəbində yox, orta məktəbdə yox, xüsusi təyinatlı liseylərdə işləmişəm. Yəni, dövlətlə ki, şeyim olub, kontaktım olub iş peşə olaraq. Bir də akademiyalarda, belə orta məktəblərdə işləməmişəm. Yəni, 30 nəfərlik bir sinif görməmişəm. Bir də işləmişəm beynəlxalq məktəblərdə. Orada da 20 uşaq olub, 20 uşaqla bərabər mənim yanımda mənim köməkçi müəllimim də olub. Ona görə mən bugün valideyn də olaraq əllərinizdən öpər, 12 yaşlı bir oğlum var. Valideyn iclasına gedəndə mən müəllimləri qınayan mövqedə yox, anlayan mövqedə oluram. Çünki mən də anlamasam artıq ayıb olar. Yəni. Çünki mən bilirəm ki, 20 uşaqlı siniflə 30 uşaqlı bir sinif eyni deyil. Mən oğlum üçün xüsusi orada bir şey, qayğı gözləyə bilmərəm ya da ilgi, maraq gözləyə bilmərəm. Müəyyən qədər təbii ki. İndi gözləntilərdə də, siniflərdə də bizim əgər məqsədimiz olursa ki, 20 uşağın 20-si də eyni olacaq, təlim, tərbiyədə, dərslərində də, hərəkətlərində də, davranışlarında da, nə bilim, sinifdən bizdən götürdüklərində bu gözləntidə, demək ki, yanlış bir gözlənti olarsa, biz gəlib yenə o tükənmə sindromuna daha tez düşəcəyik. Qədir-qiymət bilinmədiyi zaman, məsəl üçün, nə şagird qədir-qiymət bilir, nə valideyn qədir-qiymət bilir, nə rəhbərlik qədir-qiymət bilir və bunu siyahını artırmaq olar, çox da başqa mövzulara keçməyim. Bu qədir-qiymət bilinmədiyi zaman tükənmə sindromu daha tez yaşanır. Ümumiyyətlə, tükənmə sindromu yaşamaq əslində bu mövzunu fikirləşəndə demək istədiyim ilk cümlə oydu ki, bu çox normal bir şeydir. Uşaqlar məsəl üçün ağlayanda mən həmişə deyirəm ki, yəni ağlamaq normaldır, ağlayırsansa ürəyin hələ də işləyir, normal insansan deməkdir, bir mənəviyyatın var, bir ruhun var və bu hələ də sağlamdır deməkdir. Yəni ağlamaq, üzülmək, pis olmaq, məyus olmaq və s. incimək, küsmək, hamısı bunlar insani duyğulardır. Qədərində, miqdarında doğru balansda olduğu zaman, olduğu müddətcə çox normaldır. İndi qədir-qiymət bilinmədiyi zaman da onu pis hiss eləmək normal bir şeydir, amma qədir-qiymət bilinməsi nədir, nə qədər gözləməliyik, bunları birazdan təkrar müzakirə edəcəyik, amma səbəb olan şey, yəni tükənmə sindromu da çox normal bir şeydir. Bir insanıq və bu ruh daşıyırıqsa, bunlar olmalıdır. Türklərdə belə bir ifadə var, deyir ki, insanın ruhunun da qəbz halı olur. Yəni, qəbz normaldır, qəbzlik nədir bilirik, amma ruhun qəbz halı odur ki, heç nə eləmək istəmirsən. Tam da tükənmə sindromunun izahı odur. Motivasiya azlığı, işdən hər hansı bir zövq almama, heç bir marağın olmaması və uzaqlaşmaq. Yəni, bacardığın qədər uzaq durmağa çalışırsan və sən hər şeyi mənasız görürsən. Yəni, tükənmə sindromunun izahı budur. Yəni, bu halları yaşayırsansa, artıq burnout, ingilislərin burnout dediyi, artıq tükənmirsən deməkdir. Yəni, yeni bir nəfəs lazımdır, təzə bir qan lazımdır deməkdir. İşte o qədir-qiymət bilinmədiyi zaman bu hala tez düşürük. Yəni, normalda o tükənmə sindromunu yaşamaq hardasa normaldır. Oralarda nə qədər qalırıq, o tükənmişlik sindromunu nə qədər müddət yaşayırıq, bu məsələ artıq bizim bu məqamlardadır ki, yəni qədir-qiymət bilinmirsə, daha çox qalırıq oralarda. Fiziki yorğun olduğumuzda, yəni fiziki yorğunluq çox normaldır, çünki burada xanım müəllimlər də var, bəy müəllimlər də var, səslərini eşitdiyim qədərilə. Nə qədər biz müzakirə eləsək də ki, mən yoldaşım da işləyir, mən də ev işlərində bacardığım qədər ona kömək edirəm, amma həmişə ona deyirəm ki, yəni 51% işin sənindir, minimum 51% işin sənin. Yəni, çünki mən yaxşı bir fəhləlik eləyə bilərəm evdə, amma mən evdə ustalıq eləyə bilmərəm. Mətbəxdə ya da hər hansı bir işdə. Yəni, dəstək ola bilərəm, amma o işi sahiblənim, əlimə alım, evə aid hər işi. Evdən biz cəmiyyət olaraq ayırmışıq kişi işləri, qadın işləri. Əslində, cəmiyyət olaraq sadəcə biz deyil, bu dünyanın hər yerində belədir. Sadəcə bizi cəmiyyət olaraq, bizə aid dəyərləri türkcə bir ifadə ilə desəm, gömmək istəyən bir kütlə, sanki sadəcə bunlar bizdəymiş kimi, biz pisik, qalan hamı yaxşıdır kimi göstərməyə çalışıb, bizə aid dəyərləri çox yıpradırlar. Amma elə deyil. Yəni, xanım müəllimlərin evdəki də məsuliyyəti var, uşaqların qayğısı və s. Fiziki olaraq yoruluruq. Mən sizə belə bir şey etiraf edeyim ki, 40 yaşım var mənim və mən son illərdə artıq etiraf eləməyə başlamışam ki, mən
fiziki olaraq mən də yoruluram. Mən də bir insanam və mən yoruluram. Yəni beynim sönür avtomatik olaraq və mən artıq dincəlməm lazım. Bizim də fiziki olaraq yorğunluq da olur təbii ki, il boyunca, çünki gərgin bir rejimdə işləyirik. Küçəyə çıxırsan, tıxac var, evə gedirsən, iş var, səhər gəlirsən, məktəbdə iş var, işlə bərabər də başqa işə aid olmayan lazımsız işlər də var və fiziki olaraq yorulursan. Və mental yorğunluq da ümumiyyətlə bu yuxarıdakıların hamısı ona təsir edir əslində. İşin vacibiyyətinin fərqində olmamaq, gözləntilərin həyata keçməməsi, qədir-qiymət bilinməməsi, özelliklə bu mənəvi tərəflər o mental yorğunluğa təsir eləyir və axırda gəlib bir elədiyin işdən zövq almama və çox da ciddi almama, soyuma kimi hallar yaşayırıq, hansı ki, tükənmə sindromu sayılır. Tükənmənin həll yolları nədir? Elə bir-bir bayaqdan danışdığımız mövzulara, toxunduğum mövzulara bir-bir izah verməyə çalışacağım ki, əslində nə olsa biz onu yaşamarıq. İşin vacibiyyətinin fərqində olmamaq, biz müəllim olaraq bilməmiz lazım ki, biz insan yetişdiririk. Bilmirəm, daha öncə hansısa təlimdə ya da seminarda rastlaşdığımız kimsə varmı burada ya da sosial şəbəkədən məni izləyən? Tez-tez dediyim bir söz var, bir insan deyil. Bu artıq mənim həyat mottom halına gəlibdir. Biz bu bir insan deyil, yəni necə ki bir insan deyil, mənfi ya da müsbət halda bu dəqiqə burada iştirak edən heç bir müəllim bir insan sayılmır. Çünki siz il ərzində yüzlərcə uşaqlara toxunursunuz, onlarca, yüzlərlə uşağa toxunuruq. Sinifə girir, qarşımızda 20 uşaq, o bir sinifə girib 20 uşaq daha, o bir sinifə girir bir 30 uşaq daha. Elə hər gün yüzlərlə uşağa, yüzlərlə insana toxunuruq deməkdir. Yəni, biz o insanlara hal, şəkil, forma veririksə, biz artıq bir insan deyilik. Bizim sayımız toxunduğumuz insan sayıncadır. Yəni, mən 100 insana toxunuramsa, avtomatik birbaşa toxunduğum, bilvasitə toxunduğum insan sayı 100-dürsə, mən 100 insanam artıq. 1000-dirsə, 1000 insanam. Yəni, milyonlar olan insanlar var. Çox da gözəl bir söz var, deyir ki, bir insanın məqsədi millətidirsə, o insan tək başına bir millətdir. Çox gözəl bir söz. Təkrar deyəcəm. Bir insanın məqsədi millətidirsə, o özü tək başına bir millətdir. Yəni, millətim üçün, millətimin formalaşması üçün çabalayım, bu millətim daha ağ günə çıxarım, aydınlığa çıxarım deyə çabalayan bir dənə o insan, o bir insan. Artıq o bir insan deyil, bir millətdir özü, tək başına. Biz də müəllim olaraq, millət olmasaq belə, ki, ola da bilər, millətini özünə məqsəd edilmiş insanlar vardır aramızda da əminəm. Bugün burada ümumiyyətlə demək ki, gerçəkdən dərdi olan insanlarsın. Bu, dərdi olmaq gözəl bir şeydir. Allah bizi dərdi olmamaqdan qorusun. Çünki dərdi olmamaq, vurdum duymaz, ruhu ölmüş, qəlbi çürümüş insan olmaq deməkdir. Dərd dediyim, bu anlamda bir dərd deyirəm. Milləti adına bir dərdi, bir məsuliyyətini hiss eləmək anlamında deyirəm. Yoxsa belə bir övlad dərdi verməsin, Allah bizə ailə dərdi verməsin, xəstəlik dərdi verməsin. Yetər ki, mənəvi dərd, belə deyək. Daha yaxşı ifadə olar bu, mənəvi dərd. Bugün burada sizə demək ki, o dərdiniz var sizin, özünüzü inkişaf elətdirmə, daha yaxşı müəllim olmaq, daha effektiv bir insan olmaq dərdiniz var və ona görə bizim işimizin vacibiyyəti fərqi yoxdur. Bədən tərbiyə müəllimiyik, musiqi müəllimiyik, ingilisli müəllimiyik, fizika, riyaziyyat, kimya və s. Nə olur olsun, fərqi yoxdur. Yəni, biz əgər uşaqların qabağına çıxırıqsa, auditoriyanın qabağına çıxırıqsa, biz artıq orada birdən çox insanıq, forma veririk, şəkil veririk. Yəni, o demək deyil, riyaziyyat müəllimləri ancaq yaxşı insanlara yaxşı forma verir, şəkil verir, yox. Bədən tərbiyə müəllimi də verir, musiqi müəllimi də verir, rəsm müəllimi də verir, biologiyada, fizikada, hamıda. Mən valideynlərə hər zaman dediyim şey o idi ki, 3-cü siniflərə dərs keçərkən beynəlxalq bir məktəb idi, kifayət qədər pul ödəyirdilər. O valideynlərə o cümləni demək çox çətin bir cümlə idi, amma istər yaşım, istər təcrübəm, istər qətiyyətim, birazdan toxunacaq o mövzuya, çox rahat onu deyirdim və onu bəlli bir müddət sonra, bir neçə ay sonra anladılar və artıq biz barışdıq. 2 ay qırışandan sonra valideynlərlə yaxşı mənada. Mən deyirəm ki, İngilis dili mənim sizin övladlarınıza öyrətməyə çalışdığım, aşılamağa çalışdığım ikinci şeydir. Birincisi, insan kimi formalaşmalarıdır, şəxsiyyət kimi formalaşmalarıdır. Bu dövrümüz etibarilə özəlliklə, keçən dəfə oğluma soruşuram, deyirəm ki, sən homeschool eləsən, homeschool yəni evdə məktəb eləsən, YouTube-dan öyrənə bilərsən səncə bütün dərsləri. Yəni, YouTube-u açsaq bu dəqiqə, mən əminəm ki, siz onlar məndən yaxşı bilirsiniz, çünki dövlət məktəbində işləyirsiniz, bəlkə də bir çoxunuz və dövlət məktəbinə aid monitoringin sualların izahı, bilməm nə, YouTube-da dolu səhifəsinə qədər müəllimlər dərs keçərkən deyirdik ki, filan səhifədəki filan mövzu, filan səhifədəki filan sual
Yəni uşaqlar otursa, bizim keçdiyimiz fənlərin elə başda özümki ingilis dili olmaqla ki, ən çox qaynaq ingilis dili üçün vardır. Uşaqlar onu YouTube-dan da öyrənə bilərlər. Hə, əlbəttə canlı öyrənmək ayrıdır, amma bu dövrün uşaqları zaten virtualı, ekranı daha yaxşı istifadə edən, daha çox sevən kütlədir. Demək ki, mənim orada Hüseynin rolu uşaqlara sadəcə ingilis dili ötürmək deyil. Əgər sadəcə ingilis dilsə, ola heç Hüseynə ehtiyac yoxdur. Yəni uşaqlar Hüseynsiz də o dili öyrənə bilərlər. Demək ki, mənim orada başqa bir rolumda, başqa bir obrazım, başqa bir funksiyam da var. O da o nədir? Onların şəxsiyyətinə toxunmaq. İndi məsələn, mən bunu bilərəkdən o sinifə girirəm. Mənim bir dənə dərdim var o sinifdə. Bu uşaqların düzgün formalaşması və ingilis dili öyrənmələri. Onun xaricində nə baş verir, heç umurumda deyil. Heç umurumda deyil. Yəni, qədir qiymət bilindi, mənə təşəkkür elədilər, eləmə. O dərdlər mənim ayağımın altında qalar. Kimsə mənə təşəkkür elədi, nə bilim, neynədi falan. Onlar mənim ayağımın altında qalar. Çünki mənim boyumu aşan məqsədlərim var. Mənim qabağımda formalaşması gerəkən uşaqlar var. Mənim qabağımda küçədəki zərərli vərdişlərdən qorumağa çalışdığım bir uşaqlar var. Yəni, bu nəyə oxşur bilirsiniz? Gözəl bir kitabda oxumuşdu bu məsələ. Deyir ki, bir dərədən övladının yıxılmaq üzrə olduğunu düşün bir valideyn və sən qaçırsan onu qurtarmağa. Qaçarkən ayağına tikan batıb, ayağını daşa ilişmiş, nə fərq eləyər yəni? Heç kəs ayağıma tikan batdı, getməyim deməz də, tikan yox, tikanlar da batsa, yenə də övladını oradan, o uçurumdan qurtarmaq üçün qaçar, özdə dəlicəsinə qaçar. İndi mənim qabağımda 20, 30, 40, 50, 100 uşaq var ki, onların gələcəyini formalaşdırmaq üçün çabalamalıyam, pis vərdişlərdən uzaq tutmalıyam, əllərində telefonlar var, bütün pisliklərin yığıldığı bu boyda ekranlar var və onlardan qurtarmalıyam, dərsi çox maraqlı eləməliyəm, məni çox sevməlidirlər ki, o pis şeylərə getməsinlər, mənim sözümü dinləsinlər. Bu qədər böyük məqsəd varkən, mənə təşəkkür eləmədilər, aynə bir valideyn gəldi, mənim yaxşı eləməyə çalışmış heç qədrim. Bunlar mənim ayağımın altında qalar, yəni bax, ayağımın üstünə belə çıxmaz, ayağımın altında qalacaq qədər kiçik, cılız, ucuz, aciz məqsədlər ola bilər. Çünki mən işimin fərqindəyəm. Çünki mən bilirəm ki, mənim dərdim, o da böyük bir dərdim var ki, o balaca, o bilər onun yanında çox balaca, çox cılız qalır, heç vecimə də olmur. Bu məni o tükənmişlik sendromundan qurtarmaq üçün həvəsimin, motivasiyamın il boyunca, illər boyunca 20 il, 30 il bitmədən, tükənmədən, sönmədən davam eləməsinə səbəb olur. Çünki qarşımdakı məqsədi bilirəm, baş qabağımdakı dərdimi bilirəm. Çünki bilirəm ki, toxunduğum o uşaqlar heç biri bir insan deyil, onlar böyüyəcəklər, ailə sahibi olacaqlar, ana olacaqlar, çox vacib, ata olacaqlar, çox vacib, yoldaş olacaqlar, çox vacib, dost, müdür, əməkdaş. Yəni, bugün bir kiçikdə sahibkar olsam da 20-30 arası çalışanım, işləyən əməkdaşım var və mən görürəm ki, insanları işə alarkən nələrin onlarda olması lazım və olmaması necə onları işdən uzaq salır ya da seçilməkdən kənar eləyir və mən bunları bilə-bilə, demək ki, işimin fərqində olsam, digər məsələlər çox hafif qalır, balaca qalır. Gözləntilər həyata keçmədiyi zaman gözləntilərimizi realistik formalaşdırmalıyıq, maddi və mənəvi. Mən bu işi eləyirəmsə əgər, bir dəfə universitetdə, İdman Universitetində dərs keçirdim, magistrlar, orada sport management deyə bir ixtisas var idi. İngiltərə ilə bizim İdman Universitetinin ortaq birgə işi idi, çox bambaşqaydı. Yəni, sinif otaqlarının infrastrukturu da, hər şeydə çox tam belə bir qərbi İngiltərə ab-havasındaydı. Orada bir xanım var idi, o ingilis müəllimliyi bitirmişdi. İxtisas da ingiliscə idi bu arada. Amma onu buraxıb sport management oxuyurdu şey olaraq, magistr olaraq və artıq sahəsini o tərəfə dəyişmişdi. Mən dedim ki, mən sizi həm təbrik edirəm, həm də təşəkkür edirəm. O da ki, mən təbriki anladım və təşəkkür nə üçündür? Dedim ki, təbrik ona görədir ki, ixtisası dəyişmə kimi bir riskə girmişsiniz, ona görə təbrik edirəm. Təşəkkür də ona görə edirəm ki, istəməyə ingilis dil müəllimliyi eləməmisiniz. Fərqi yoxdur, nə müəllimliyi olur olsun. İstəməyə elədiyiniz işdən, məsələn, universitetdə oxuyurdum yenə, burada magistr burada oxumuşam, bakalavr Türkiyədə. İkinci kursda biz gedirdik bakalavrların dərslərinə. Orada məktəbə qədər hazırlıq müəllimliyi, bağça müəllimliyi də belə deyək. O qruplara girəndə orada uşaqlar dedilər ki, bizə birinci kurslar idi, müəllim gəlməmişdi dərsə, bir 5-10 dəqiqə gözlədik, gördük gəlmir. Mən çıxdım auditoriya ilə, tələbələrlə danışım. Mən zaten onda kifayət qədər yaşım var, yəni bakalavr bitirən kimi həmən magistr oxumamışam.
bəlkə də 30 yaşım, 31, 32 yaşım var idi. Mənim üçün maraqlı bir kütlə idi universitet tələbələri, üzr istəyirəm, birinci kurs tələbələri. Onlarla biraz söhbətləşəndə xoşlarına gəldi. Onlara mən göstərdim dəyər. Mən dedim ki, siz Baxça müəlliməsi olacaqsınız, mən ingilis dili müəllimiyəm. Mən 6 ay insanlara pis ingilis dili öyrətsəm, məni söyüb suluyub gedərlər, 6 ay sonra gedib başqasından öyrənərlər. Toparlayıb, mənim elədiyim səhv onların həyatını məhv eləməz. Amma sizin elədiyiniz səhv bir uşağın həyatını məhv edə bilər, sonradan toparlaya bilməyə bilər ya da gec toparlaya bilər. Ona görə sizin ixtisasınız çox vacibdir. Mən başladım onlara ixtisasların vacibliyindən danışmağa. Baxça müəllimələrinin balı aşağı, qız uşağıdır, boşda qalmasın, ora getsin və belə bir çox məqsədsizcə, çox ucuz hədəflərlə, çox üzr istəyirəm ifadəmə görə, amma çox ucuz və cılız hədəflərlə, məqsədlərlə, səbəblərlə, hətta məqsəd hədəf də yox, səbəblərlə seçilmiş bir ixtisasın kütləsi idi onlar və bilmirəm neçəsi həqiqətən də Baxça müəlliməsi olmaq istəyərəkdən gəlmişdi ora. Və onlar mənə qayıtdırırlar ki, biz sizə təşəkkür edirik, biz bura gələndən sonra ilin axırı da artıq. İlk dəfədir ki, kimsə bizə bu işin önəmindən danışdı. Öz müəllimələrimiz bizə deyir ki, nə idi, başqa ixtisas yox idi seçməyə, millətin uşağın ağzının iyini çəkməyə gəlmişsiniz. Defaktoloqlar falan da vardı oradan, ki, logoped olacaqlar. Yəni bu, o müəllimə demək ki, artıq o qədər tükənib ki, ya zaten onun içində o şey yox imiş, o müəlliməlik, pedaqoqluq yox imiş, o ruh yox imiş, diplom var, bəlkə də mənim boyum aşar diplomları, amma heç bir işə yaramır da, zərrə qədər işə yaramır. Yəni, bu qədər önəmli bir sahənin yeni də birinci kurs, körpədirlər də bunlar, oxuyub gəliblər, ana-ata əziyyət çəkib, zorla oraya gəlib çatıblar, kurslara pullar, nə bilim, yollara pullar, yeməyib, oxudub, bizim millət qədər, bizim millətin valideynləri qədər təhsil mövzusunda fədakarlıq eləyən, mən ikinci millət tanımıram, dünyanın da bir balaca gəzmişliyim var, fərqli millətləri görmüşlüyüm var. Bizimki qədər fədakar, Türkiyədə daxil, fədakar bir millət məncə yoxdur. Bu qədər fədakarlıqlarla insanlar uşaq oxudub gəlib, o tələbələrin, birinci kurs tələbələrin bir egosu şişir, mən tələbə olmuşam. Xoşdur da nə olacaq ki, bıraq egosu şişsin uşaq, o qədər əziyyət çəkib, yəni o bal az da olsa, çox da olsa balı toplayıb, yəni həmkarları, yaşlıları daha doğrusu, həm yaşlıları küçədə oynayarkən, nə bilim, dərs oxumazkən, telefonda oynayarkən bu adam bura gəlibsə bir əziyyətin, bir əməyin sonunda buradadır. Sən bunu ucaldıb dağın başına qoyacağına, baxın, işte o elədiyi işin önəmini bilməmək və gözləntilərlə razılaşmamaq gətirib axırda belə bir toksik bir insan, toksik bir müəllimə çevirir. Ona görə mən həmin xanıma dedim ki, mən sizə təşəkkür edirəm ki, istəmədiyiniz halda bu işi eləməmişsiniz, çünki kimisə gözünü çıxarardınız orada, mənəvi olaraq. İndi burada da gözləntilər həyata keçmədiyi zaman, yəni gözləntilərimizin realistik olması odur ki, maddi olaraq mən bir həkimin gəlirini gözləməməliyəm. Mənəvi olaraq da gözləntiləri əgər minimuma indirsəm, o qədər məyusluğum azalar. Qədir-qiymət bilinmədiyi zaman, yəni belə bir gözləntimiz ümumiyyətlə olmamalı. Yəni ki, bizə valideyn gəlsinlər, çox sağ olun Hüseyin bəy, mən təşəkkür edirəm sizə ki, siz mənim övladıma. Bu deyildiyi zaman xoşumuza gəlir, əlbəttə ki, xoşumuza gəlir. Yəni, insanıq, xoşumuza gəlməməsi anormal olardı. Düzdür, nəfsimizi nə qədər tərbiyə eləmişiksə, o sözlər bizə o qədər az xoş gələr. Yəni, bəlkə də qoymayacaq deyəcək, yəni, çox sağ olun, təşəkkür edirəm, istəməyəcək o bəy tərifi olsun. Amma insanıq, yenə də xoşumuza gələr. Həm də xoşumuza ona görə gələr ki, deyər ki, gördülər, qədir-qiymət bildilər deyə yox, amma demək ki, elədiyim işə yarayırmış, nə yaxşı, o zaman davam edeyim anlamında da xoşumuza gələ bilər. Ən masum halıyla belə xoşumuza gələ bilər. Amma odur ki, bu olsa nə xoş, olmasa da zərər yox. Yəni, gözlənti olmazsa məyusluq da olmaz. Yəni, gözləməyim ki, gəlsin mənə təşəkkür eləsin. Ümumiyyətlə, maddi olaraq hədiyyə, məsələsi, bu mövzuya girmək istəmirəm çoxdur. Amma iki peşə, belə bir yerdə oxumuşdum onu, iki peşə var ki, o hədiyyə almamalıdır. Biri müəllimliyi idi, biri də həkim idi. İkisində də hədiyyə belə olsa, rüşvət kimi qəbul görə bilər və insan o hədiyyəni aldığı insan qarşısında gözü kölgəli ola bilər deyə. Ümumiyyətlə, insanı yəni, tabeliyində olan insandan onu almamaq ən gözəlidir. İdarəçi olaraq da, məsəl üçün, burada deyək ki, bizim müəssisədə ad günlər keçilir. Daha çox onu administrativ əməkdaşlarımız təşkil edir ki, müəllim filan kəsin ad günüdür, hədiyyə alınsın, tort alınsın. Mənə çatanı mən deyirəm ki, lütfən bu ötüşdürək. Çünki onu istəmirəm. İndi bu yanaşmalar fərqli ola bilər, amma bir müəllim kimi, pedaqoq kimi düşünürəm ki, olmaması ən gözəlidir, ən yaxşı olardı ki, olmasın.
təşəkkür ola bilər, uşaqlar nə bilim kağıza bir karta bir şey yazıb eləyə bilər, əl əməyi bir şey olsa, amma maddi dəyəri olan 50 qəpik belə olsa, insanı istər-istəməz minnət altına salır, sabah istədiyin kimi davrana bilməyə bilirsən, ona görə olmaması yaxşı olar. Gözlənti olmazsa, məyusluq da olmaz, maddi-mənəvi gözlənti olmaması lazım. Biz maddi gözləntimizi zaten müəssisədən gözləyirik, oradan alırıq, aldığımızdan razıyıqsa, nə xoş, razı deyiliksə, çıxıb gedə bilərik. Yollar, qapılar açıqdır, başqa yolla bunu həll eləmək xoş bir şey deyil. Əlavə dərs keçə bilər, əlavə işləyə bilər insan, əlbəttə ki, amma oradan, o mühitlə, o auditoriyanla olmaması lazımdır, bu etik deyil. İşte qədir qiymət məsələsi də, yəni kimdənsə təşəkkür gözləməmək lazım. Uşağın doğru formalaşdığını görmək elə o kifayətdir. Çünki məqsədimiz nədir? O birinci maddədə dediyimiz işimizin vacibiyyətini bilmək. Mən bilirəm ki, mənim işim uşaqların şəxsiyyət kimi formalaşmasıdır, ən böyük işim. Sonra da təbii ki, ixtisasım nədirsə onu öyrətmək. Görürəm ki, yaxşıya doğru formalaşır, uşaq dərs oxumurdu, mən onu həvəsləndirdim, qabağa çıxartdım, alqışlatdım, bravo, aferin, səndə alındı. Dərsdən sonra saxladım, 3 dəqiqə söhbət elədim, maarifləndirici və həvəsləndirici. Uşaqda bir içində o əjdaha, içində yatan əjdaha oyanmağa başladı. Mənə bundan böyük nə hədiyyə ola bilər? Ondan sonra varsın rəhbərlik qədir qiymətini bilməsin, varsın, nə bilim, işte valideyn qədir qiymətini bilməsin, çox da umurumda yəni. Çünki niyə? Mənim zaten elə bir məqsədim yox idi ki. Yenə deyirəm, olsa nə yaxşı, olmasa da çox da maraqlı deyil. Çünki mən əsas məqsədim gözümün qabağındadır və bu artıq formalaşır. Ona görə qədir qiymət məsələsində də gözlənti nə qədər az olarsa, məyusluqda o qədər az olar. Fiziki yorğun olduğumuzda fiziki yorğunluğumuzu qəbul etməli və bunun üçün özümüzə uyğun bir yol tapmalıyıq. Hər kəsin xarakteri fərqli olduğu kimi dincəlmə, rahatlama yollarda fərqli. Kimisi gedib dənizin qırağında tək oturar, əlində bir çayı, kofesi, suyu ya da heç nəyə oturar, biraz onu izləyər, düşünər, beynindəki o sualları, beynini o narahat edən məsələlər beynində müzakirə edir, durar, çıxar, gələr, hoppa, dincəlmiş olur. Kimisi gedər evdə yatar, pasiv istirahət sevər, kimisi aktiv istirahət sevər, hətta sonu artıq bu dövrdə bu şeylər rahatdır artıq, biraz daha rahat. Hər dövrün öz rahatlığı və çətinliyi olduğu kimi, bu da rahat tərəfidir ki, yəni təbiətə gedə bilər, turlar ola bilər, turların da fərqli cürləri var, nə bilim, yeməklisi, yeməksizi, ucuzu, bahası, 3-5 nəfər yığılışıb gedə bilər, atışıb. Bunlar əslində buradayıqsa, burada olan hər kəsin, yəni onu qarşılaya biləcək qədər maddi imkanı var deyə düşünürəm. Nədənsə qısmağımız, aman bunu eləməyim, uşağıma nə bilim, neyniyim, düşünürəm ki, bizə, uşaqlarımıza da pozitiv bir ana, ata lazımdır, yəni. Məsələn, uşağın istədiyi o 7-ci ayaqqabını, 4-cü tişörtü almasam, o pul getsəm, turda bir rahat dincəlsəm, ya da nə bilim, coffee shop'a getdim, həmkarlarımla söhbətləşdim, yenə bu hər kəsin istəyindən asılıdır. Dincəldim, gəldim, mən onda nankör ana, ata, pis ana, ata, belə bir ehmalkar ana, ata olmuram. O da lazım, çünki yenə biz Azərbaycandakı bizim cəmiyyətdəki ən sevmədiyim, ən nifrət elədiyim, ən böyük, ən çox savaşdığım şeylərdən birisidir ki, odur ki, müəllim, uşaqlar üçün eləyirik də, nə eləyiriksə. Bundan böyük yalan yoxdur. Bəli, uşaqlar üçün eləyirik, amma uşağımız olanda bizim həyatımız bitirməyən, indi 28, 29, 30, 25 yaşlarımızda deyək ki, bizim uşaqlarımız olur. Nə oldu, onda 25-dən sonra mən yaşamamalıyam, yəni yaşayıram axı. İstədiyim paltarda alıram, istədiyim maşını da alıram, istədiyim evi də alıram, lap ala bilmirəm, deyək ki, kiçik də olsa bir şeylər eləyirəm. Birincisi, zaten eləyirəm bunları, demək ki, o dediyim söz yalandır. İkincisi bundan da betərdir. Yəni, həqiqətən də özümü tam belə bir fəda eləmişəmsə, bu da pis tərəfidir. Yəni, kaş o yalan belə bundan daha yaxşıdır. Niyə? Çünki fəda eləməməm lazım. Fəda elədiyim zaman fədakar, tükənən, toksikləşən bir valideyn olacam. Elə sonra da başına vuracam ki, hər oxumayanda, hər nə eləməyəndə deyəcəm, görürsən, mən sənin üçün özümü fəda elədim, saçımı süpürgə elədim və s. və s. Amma sən axırda belə oldun, heç o uşaq üçün də yaxşı olmaz. Yəni, ona görə bu fiziki yorğunluğumuzu da ata biləcəyimiz, hər kəs özünü tanımalı. Məsələn, mən aktiv istirahəti sevirəm. Yəni, mən dağa daşa dırmaşanda, velosiped sürəndə, leş kimi fiziki yorğunluq yaşayıb, amma mental olaraq buralardan öz rutinimdən uzaqlaşanda mən çox rahatlayıram. Birinci gün bədənim yorğun olsa da ruhum möhtəşəm bir enerjili olur. Niyə? Çünki o dincəlmə anlayışıma uyğun bir dincəlmə yolu seçmişəm. Ona görə fiziki yorğunluğumuzu nəzərə almamız lazım, kifayət qədər yatmamız lazım, normal yeməyimizə, içməyimizə diqqət etmemiz lazım ki, atamın tez-tez dediyi bir söz var, əminəm ki, bilirsiniz o sözü bir çoxunuz.
sağlam ruh, sağlam bədəndə olar. O sözü indi son 5 ildir daha yaxşı anlayıram. 40 ildir amma atam onu deyir qulağımızın dibində ki, sağlam ruh, sağlam bədəndə olar. Bizi insan eləyən, xoşbəxt eləyən ya da bədbəxt eləyən şey ruhumuzdur. O ruhumuzu da bu bədənimizdə daşıyırıq. Bu bədən nə qədər sağlam olsa, ruhumuz da o qədər sağlam olar. Ona görə fiziki yorğunluğumuz və onun dincəlməsi üçün də vaxt ayırmamız lazım, maddiyyat ayırmamız lazım ki, biz bu mübarizəyə qarşı daha sağlam, daha güclü olaq. Və mental yorğun olduğumuzda, bu da bir başqa yorğunluqdur. Mental rahatlıq üçün mövcud halla seçimlə. Burada seçim sözünü özəlliklə qoymuşum, hətta istəyirdim ki, böyük yazım. Seçimlə barışıq olun. Çünki bu bizim seçimimizdir, əziz həmkarlar. Yəni, burada şikayətlənməmizə gərək yoxdur. Yəni, hansı ki, adını çəkməyəcəyim, o dövlət müəssisəsində işləyəndə o qədər şikayətlənirdi ki, insanlar. Mən orada 3 il işlədim, 3 il sonra başqa yerdən təklif gəldi, yenə belə deyək, o sferada, amma akademiya, daha yuxarı səviyyədən bir təklif gəldi və mən keçdim ora. Mən orada qaldığım müddətdə heç bir vaxt şikayətlənmədim. Çünki aldığım maaşı bilirdim, bilərək oradaydım. İşimin yükünü bilirdim, bilərək oradaydım. İşimin çətinliğini bilirdim, bilərək oradaydım. Yəni, istəmirsənsə adama deyirlər ki, qardaş, çıx get, bax, o qapı, o da sən, o da yox. Sən zorla saxlamamışıq. Zaten sənin yerində olmaq istəyən en qədər insan var, yəni. Gələr, oturar. Mən nə edirdim? Oradakı maddiyyat əlbəttə ki, heç mənim kiramı ödəmirdim. Mən oradan əlavə işləyirdim, oradan maddiyyatımı qarşılayırdım, amma ora o söhbəti qarışdırmırdım. Ay, nə bilim, mənim maafım azdır. Həmişə deyirdim ki, müəllimələrə ki, həmkarlarıma ki, müəllimin otağında həmişə belə bir pozitiv anlamda qırışmalar olurdu. Mən dedim ki, kartı o ATM-yə taxanda, aparata taxanda, dərsi yaxşı keçsən də, keçməsən də, dərsdə şikayətlənsən də, şikayətlənməsən də, o kartdakı rəqəm eyni rəqəmdir. Orada 350 yazıbsa 350. Yəni, sən şikayətlənəndə ya da dərsi yola verəndə o 1350 olmur, o 350-dir yenə. Bari bunu yaxşı keç, oradan bir vicdanlı rahatlıqla çıx, axşam yatanda rahat yat, uşaqların qabağında gözün kölgəli olmasın, yoxlamadan qorxma, aman yoxlama gəlsən nə olar. Dilin uzun olsun, başın dik olsun, üzündə ağ olsun. Ondan sonra çıx get, o enerji ilə başqa bir yerdə işlə, pulunu qazan. Yox, əgər bunu edə bilmirsənsə, o zaman buradan çıxmaq lazımdır. Ya bu dəvəni güdərsən, ya da bu diyardan gedərsən. Ya buradasansa, bu dəvəni güdmək lazımdır. Bu bizim seçimimizdir. Gözəl bir ifadə var, son bir neçə ildə belə bir çox məşhurlaşmışdı, o videolarda falan çox istifadə olunurdu o söz. Dəyişmirsənsə bir şeyi, bu sənin seçimin deməkdir. Yəni. Və bir şey seçmirsənsə, o zaman ondan savaşmamaq lazım, ona üsyan eləməmək. Üsyandırsa, özünə eləmən lazım, yəni ətrafa yox. Yəni, dəyişmə şansın var. Dəyişmək istəmirsənsə, ya bu halı sevirsən, ya da özünə güvənmirsən, yəni dəyişəcək şeyin yoxdur, yəni bacarığın, qabiliyyətin yoxdur. Məsəl üçün, mən etiraf edirəm ki, oradakı həmin o şikayətlənənlərin bir çoxsu, onlar çox gözəl bilirlər ki, oradan çıxsalar, başqa yerdə iş tapa bilməyəcəklər. Çünki 20 il eyni ili təkrarlamış, zərrə qədər inkişaf eləməmiş, ancaq sinəsinə o dərs bölgüsü olanda, mən 20 ilin müəllimiyəm deyən adamlar idi bir çoxsu. Çünki orada o 20 ilin müəllimiyəm deyib nəsə bir şey tapa bilirdi. Kimlərsə yaşına başına hörmət eləyirdi. Amma bilirdi ki, kənara özələ getsə, heç kəs onun 20 ilinə baxmayacaq. Yəni, saçına, saqqalına baxmayacaqlar ki, amandır bu 20 il. Məsəl üçün, mən heç nə bilməyimdir. Bayaq ən başda dedim ki, 20 ildən çoxdur ki, rəsmi, qeyri-rəsmi təcrübəm var. Gedim onu başqa yerdə deyim, əgər başım işləmirsə, savadım yoxdursa, kifayət qədər özümü inkişaf elətdirməmişəmsə, kimin nəyinə lazımdır həmin o 20 il? Mənim 20 ilimdə onun nəyinə lazımdır yəni. Ona görə, əgər bir şey dəyişmirsə, bu halla barışmışıqsa, birinci barışıq olmamız lazım. Yəni, mənim peşəmin maddi gətirisi budur, mənim peşəmin belə bir mənəvi sıxıntıları var, nə bilim, şagirdlər get-gedə dəyişir, dövr pisləşir, ən çox dediyim sözlər, valideynlər bizi anlamır, nə bilim, rəhbərlik belə, qədir-qiymət belə, maaş belə, dövlət belə, okey, amma bunu mən seçmişəm də, yəni, mən heç kəs burada məcbur saxlamır ki, məsələn, hərbiçi zat deyilik ki, imza atmışıq, 20-25 il orada qalmalı, istəsən də rahat-rahat çıxa bilmirsən. Abi, istədiyin vaxt çıxa bilərsən, yəni. Yaz ərizəni çıx. Demək ki, orada ayıqsa birinci bundan barışmaq lazım ki, mental rahat ol. Çünki gözlənti budur və gözlənti ilə qəbullanma eyni olanda artıq orada bir hansı bir sürtünmə yaşanmır. Yəni, o getmişəm yemək yeməyə, kabablar gözləyirəm, görürəm ki, qabağıma qarabaşaq verdilər, düyü verdilər, quru düyü verdilər. Əlbəttə ki, orada bir məyusluq olar. Amma mən başdan bilsəm ki, süfrəyə nə qoyursa mən razıyam, geçsəm nə də görsəm, mən heç nə üzməz yəni. Bir də bu kimi şeylərdə mental olaraq bizi rahatlatacaq fəaliyyətlərə müraciət eləmək lazım. Nədir?
həmkarlarla görüşmək olar, təlimlər olar, seminarlar olar və ölkədə hal-hazırda ən qədər var, bax, ödənişlisi də var, ödənişsiz də var, peşəkar inkişaf təlimləri var. Mən tez-tez tədbirlərdə olan, istər təşkilatçı kimi, istərsə də iştirakçı kimi, dəvətçi kimi, spiker kimi, fərqli-fərqli obrazlarda tədbirlərdə, bu arada indi fərqinə vardım ki, tədbirlərdə hər zaman fərqli obrazlarda oluram. Tədbirlərdə tez-tez iştirak edən birisi kimi deyim ki, mənə həmişə demişəm ki, o tədbirin özündən başqa, bəlkə də eyni bərabər, eyni qədər, həm də oradakı o networking deyirlər də ingilislər, yəni yeni insanlarla tanış olma, yeni bir təzə bir qan gəlmiş olur, yeni refresh olursan, təzələnirsən, yenilənirsən orada. Yeni insanları görürsən, baxırsan ki, ay insanlar nələrlə məşğuldur, falan kəsər, falan şeylə, ondan falan şey sorursan, bundan falan şey öyrənirsən, paylaşırsan, sən biraz dərdlənirsən, o da öz dərdindən baxırsan ki, tək sən deyilsən, başqaları da var falan. Oradan bir güc gəlir, o birlikdən gələn gücü orada alırsan. Ona görə bu kimi yerlərə çox getmək lazımdır, qoşulmaq lazımdır, iştirak etmək lazımdır ki, oradan da həmin o müsbət avranı alaq. Bu da bizim o mental yorğunluğumuza olan bir həll yolu ola bilər. Bu arada bu təqdimatı mən sonunda Vaqif bəyə göndərərəm. Bir faydası olacaqsa, o da sizlərlə paylaşar. Əlinizdə durar, bəlkə də bir faydası olar, paylaşa bilərsiniz, istəsəz kimlərlənsə faydası olarsa. Bu ildən gələn ilə qeydlər. Bu il bitib, indi 3-5 gün qalıb, bu il artıq bitib, tam da onu danışırıq. Bu ildə yenə tükəndik, yenə yorulduq, yenə əsəbləşdik, yenə sevindik və s. Amma bir şeyləri dəyişmək istəyiriksə, müşahidə eləməmiz lazım mövcud halı və müəyyən qeydlər götürməmiz lazım və qeydlərdən sonra da qərarlar verməmiz lazım. Məsəl üçün nədir ki, sabiq ilin müşahidəsi və qeydlər. Məsələn, mən keçdiyim bu ili oturmalıyım sakin bir şəkildə müşahidə eləməliyəm ki, nə baş verdi bu il? Məsələn, mən sinif rəhbəri idim deyək ki, ibtidai siniflərdəyəm, fizika müəllimiyəm, 9-lara dərs keçirəm, 11-ləri dərs keçirəm müəlliməm, buraxılış var, bla. Müsbətləri və mənfiləri bir qeyd eləyərəm ki, məsələn, mən nə edirəm? İlin sonunda məktəblərdə dərs keçəndə uşaqlara dedim ki, məni və mənim dərs işləmə metodumu, iki şeyi tənqid edin. Tərif yazmanızı istəmirəm, mən orada bəy tərifi zat yazmıram, ay sizdən yoxdur, ən sevdiyiniz müəllimsiniz falan filan. Bunlara ehtiyac yoxdur, istəmirəm bunu. Adınızı da yazmağa ehtiyac yoxdur, məcburdur. İstəsəz yaza bilərsiniz. Məsələn, bunu Türkiyədə eləyəndə bəzi uşaqlar bilərək adlarını yazırlar ki, bu yıxıb sürülmüşəm, mənəm ha, sən yıxıb sürülən. Məsələn, orada mən hətta akademik uğuru zəif olan uşaqlardan belə aldığım rəylərdən dəyişdiyim metodika oldu. Məsələn, uşağın birisi yazmışdı, onu heç unutmuram, çünki onu sonra tətbiq eləməyə başladım. O dedi ki, siz dərsdə çox az yazdırırsınız, mən evə gedib təkrarlamaq istəyəndə sizin üslubunuzla əlimdə heç nə olmur. Kitab var, okey, amma siz də bir şeylər, yaxşı bir şeylər anlatırsınız, amma yazdırmırsınız deyə mən gedib evdə təkrarlaya bilmirəm. Mən ondan sonra dərs planlayarkən nə etməyə başladım? Lövhəyə yazacağım şeyləri ayrıca planlayırdım. Məsəl üçün, bu dərsi danışacağım. Dərsi danışarkən nələri lövhəyə yazdıracağım? Ən can alıcı nöqtələr ki, bunları yazdırsan, minimum bunlar olsa, uşaq bundan evdə təkrar edə bilərmi? Təkrar edə bilər. Bunu oxuyanda başa düşərmi? Başa düşər. Tamam, okey. Onlara qərar verin. Hər mövzu üçün mənim dərs planında o var idi. Bu anlatacaqlarım, bu verəcəyim misallar, bu onlara soruşacağım suallar, bu da lövhəyə yazacaqlarım. Möhtəşəm işə yarayır. Yəni, bunu tətbiq eləmək istəsəz, məncə bir yoxlaya bilərsiniz. İndi sabiq ilin müşahidəsi və qeydləri. Mən ilimi gözümdən keçirib, mən uşaqlara soruşdum ki, belə tənqid edin. Sonra özüm də əlbəttə ki, oturub dəyərləndim. Bütün hamısını oxuyurdum, o demək deyil, hamısını tətbiq edirdim. Yerli, yersiz, doğru, səhv tənqidlər ola bilərdi. İli müşahidə eləməmiz lazım. Nə mənim canımı sıxdı, nə mənə çətin gəldi, nə mənə əlavə iş yaratdı, hansı ki, o gərək yox idi o işə. Haralarda problem yaşadım, nəyə hə demişdim və eləyə bilmədim, hansı işlərin, lazımsız işlərin altına girdim, hansı lazımsız işlərə söz verdim və öz işimdən də qaldım, dincəlməyimdən də qaldım. Mən yox deməyi son 30-dan sonra öyrənmiş bir adamım, təəssüf ki. Doğan Cücəloğlu adlı bir psixoloq var, Allah rəhmət eləsin, 4-5 il əvvəl rəhmətə getdi, Türkiyəli. Əminəm ki, içinizdə onu bilənlər, oxuyanlar vardır. Onun çox gözəl bir söz var, deyir ki, yox deyə bilməyən adamın həsinə güvənilməz. Niyə həsinə güvənilməz? Çünki məndən bir şey istəyirlər deyək ki, mən də yox deyə bilmirəm, deyirəm ki, hə, yaxşı eləyərəm, amma çatdıra bilmirəm. Normalda məntiqi olaraq yox deməm lazım idi, çünki kifayət qədər vaxtım yox idi. Yox deyə bilmədiyim üçün hə dedim. Onlar da güvəndilər, etibar elədilər. Mən də o işi eləyə bilmədim. İşte həsinə güvənilməz.
30'lu yaşlarımda mən onu artıq öyrəndim və ilk dəfə bir yoxu həmin o məktəbdə dövlət məktəbində işləyəndə iş bölgüsü olunub, sual bankları hazırlanmalıdır. Mən hər şeyi planlamışam, hər kəsə kağızlar paylamışam, 4 dənə sual tipi, bla bla bla, neysə. Müəllimənin bir şey deyir ki, mən yaza bilmirəm də, kompüterdə yaza bilmirəm. Olar, mən əllə yazım, gətirim, verim, siz yazasınız. Mən deyirəm ki, mən orada 3 yerdə işləyirdim onda, yəni oranın maaşı təbii ki, kifayət deyildi. Deməli, mənim həqiqətən vaxtım yoxdur, mən gündə 4 saat yatıram. Yəni ki, bütün işlərimi çatdıra bilim deyə mən bunu söyləyəm. Zaten planlamanı mən eləmişəm, ümumi məsuliyyəti götürmüşəm boynuma zaten. Bu qədər eləmişəm. Halbuki mənim işim deyil o. Hansı ki, o dərs bölgüsü olanda sinəsinə döyənlər kənarda oturublar, amma mən baxıram ki, bu iş keyfiyyətli olsun deyə nəsə eləmək lazımdır. Allah xoş olsun, heç peşman da deyiləm elədiyim üçün. Amma deyirəm, bunu eləyə bilmərəm də. Yəni, siz deyir ki, nə olar yazında, siz mənim yerimə yazın. Rahat-rahat istəməkdən də utanmır, çəkinmir, yəni rahat. Deyirəm ki, siz telefonda mesaj yaza bilirsiniz. Deyir ki, hə. Deyirəm ki, bu çox da fərqli bir şeydir də, kompüterdə yazın. Dizayn eləməyinizə ehtiyac yoxdur. Siz yazın, mən sonra dizayn edib. Bir dənə onu özüm eləyərəm, yaxşı. Deyir ki, yoxdur, nə olur, hələ də davam edir. Deyirəm ki, müəllim, əgər mən sizin işinizi götürsəm, 4 saat yuxumdan da olacam. Yəni, 1 saatında sizin işinizi edir. Razısınız? Deyir ki, hə, nə olar, eləyin də. Və mən o anda anladım ki, mən hər desəm bu işə, özümü təhqir eləmiş olacam. Öz hüquqlarıma, özümə xəyanət eləmiş olacam. Dedim ki, əlbəttə yazmayacağam. Yəni, o 4 saatlıq yuxuma siz qıyırsınız, amma mən qıyamıyorum, mən də insanam. 20 saat işləyirəmsə, o 4 saatda bir zəhmət yatım. Yəni, bari o 4 saat, 4 saat belə kifayət eləməz. Yəni, orada hansı ki, mən o ili müşahidə eləməm lazım ki, bu il mənə nələr narahat elədi, hansı sözlər verib altına girdim, yoruldum, ya da valideynlərin problemlərim nə idi, uşaqların problemlərim nə idi, roluma görə, sinif rəhbəriyəm, fən müəllimi və s. Ondan sonra qəti qərarlar almaq lazım. Yəni, hansı şeylər varsa, mən çətinliklər, yoran məqamlar varsa, onlara baxıb qərarlar almaq lazım. Gələndən bunları eləməyəcəm, gələndən bunları belə eləyəcəm, bu şəkildə eləyəcəm, filan vaxtı başlayacam və s. Qərarlar almaq lazım ki, növbəti il, bu il çəkdiyim problemləri, məni o tükənmişlik sindromuna aparan, tez aparan, məni o uzun müddət oralarda saxlayan məqamlar təkrar yaşanması deyə qəti qərarlar almaq lazımdır. Baxın, dərslərin planlanması, hazır olmaq stresi azaldır. Dərslərin planlanması necə olar? Yay boyunca ola bilər, düzdür, yay boyunca zaten işləmişik, yay boyunca da çox da boş qalmayacaq, xalça yuyma, pərdə yuyma, qonaq qara və s. Neysə, bir sürü iş var, dincəlmək lazımdır, amma ilə yaxınlaşdıqca dərsləri müəyyən qədər planlamaq yaxşı olar ki, hər kəsin keçdiyi mövzular eynidir. İngilis müəllimim, mən bilirəm ki, Present Perfect-i keçəndə nələri misal versəm yaxşı olar, hansı çalışmalar edəsəm yaxşı olar. Bunu bir dəfə planlayanda, sonra yastığın altına qoyub, başımızın üstünə qoyub yata bilirik. Müəyyən qədər dəyişikliklər eləmək olur. Bəzən olur ki, 2 il əvvəl hazırladığın materiala baxırsan, özün bəyənmirsən, deyirsən ki, bunu daha yaxşı eləmək olar və s. İndi dövr dəyişir, imkanlar dəyişir. ChatGPT-dən istifadə eləmək olar, ona soruşmaq olar, falan mövzunu keçəcəm, necə eləyim, maraqlı olsun. Bu dərs planlanması çox, nə qədər ki hazırdır, stres az olur. Həmişə mənim sinif üçün məqsədim olur ki, mən düşünürəm ki, sinifdə birinci mən sıxılmamalıyım, birinci o dərsdən mən zövq almalıyım. Bu çox belə egoistcə səslənir, uşaqları düşünmür, özünü düşünür. Yox, uşaqları düşünürəm əslində həm də. Niyə? Çünki zaten mən sıxılmazsam, uşaqlar da sıxılmaz. İmkan vermərəm ki, onlar da sıxılsın. Çünki kifayət qədər zövqlü, kifayət qədər maraqlı bir dərs keçirəm, əgər mən sıxılmazsam. Amma mən dərsə gedəndə beynimdə şey, oyda filan şey necə eləyim, hansı suallar eləyim, bir dənə sual eləyərəm, uşaqların yanında alınmaz və s. Özəlliklə texniki fənlərdə ola bilər də, yəni kiçik bir hansı bir diqqətsizlikdən. Bu olmaması lazım, beyin ondan məşğul olmaması lazım. Ona görə dərsin planlanması öncədən olsa çox rahat olar. Qətiyyət hər kəsin, məktəb heyətinin, valideynlərinin, şagirdlərinin, rəhbərliyin, fərqi yox, hamısının duruşunu formalaşdıracaqdır. Bizim bildiyimiz müəyyən doğrular var ki, o doğrulardan heç kəsin xətrinə vaz keçməməliyik. Heç kəsin, kim istir gəlsin, biz orada dimdik dayanmamız lazım. Mən həmişə deyirəm ki, müəllimin yeri bir postdur. Orada Hüseyin deyil, orada önəmli olan. O post önəmlidir. Mən o postun çəsinə toxundurmamalıyım. Oradan geri addım atmamalıyım. Mən oradan geri addım atsam, ora kim də gəlib otursa, kim də gəlib orada dursa, onun reputasiyasından, hörmətindən yemiş olacaq. Ona görə orada elə bir duruş sərgiləməmiz lazım ki, sadəcə uşaqlar yox, valideynlər də ona görə formalaşsın, geri qalan hər kəs də, həmkarlar da ona görə formalaşsın, yer gəlsin, rəhbərlik də ona görə formalaşsın. Yəni, bu adama bu deyilməz, bu adamdan bu istənilməz, bu onsuz da eləyən deyil. Doğrusu var onun ki, bu doğrular bütün bəşəri doğrulardır.
pedaqoji doğrulardır, psixoloji doğrulardır, etik doğrulardır, etik normalardır. Bu adam buradan bir adım da olsa geri atan deyil. Baxın onda o işin zövqünə. Möhtəşəm bir zövqü var o işin, o duruşun və qabağımızdakı digər insanlar da ona görə formalaşacaq. Çünki əks təqdirdə hər kəsin dediyi formanı almağa çalışacaq. Çünki belə qəribə bir fiqura girəcək. O da bizi müəllim eləməz, o da bizi pedaqoq eləməz, o da bizi huzurlu bir insan eləməz. Dolayısıyla gəlib o tükənmişlik sendromundan tez düşərik. Və peşəkar inkişaf bizi daha az asılı edər, o daha az stres yaradar, daha çox özgüvən əmələ gətirər. Hansı ki, peşəkar inkişaf olduğu zaman yenə bayaqdan yuxarıda saydığımız heyətdə kütlənin qabağında, məktəb heyətinin də, həmkarların da, rəhbərliyin də, valideynlərin də, şagirdlərin qabağında hər zaman başımız dik olar ki, mən artıq kifayət qədər özüm üzərində işləyən bir adamam, özümü yetişdirirəm, inkişaf edirəm. Ən pis nə ola bilər? Məsələn, mən o işlədiyim dövlət müəssisəsində biraz çox danışanda təxmin edildiyiniz kimi demagog bir əmkar idim, işçi idim. Mənə soruşurlar ki, qorxmursunuz? O sualı eşidəndə belə utanırdım ki, onların adına ki, bu necə bir sualdır, ilahi, yəni, dedim, nədən qorxmalıyam ki, yəni, pis bir şey demirəm, söymürəm, təhqir eləmirəm, sadəcə iradımı bildirirəm, düzgün üslubda, doğru üslubda, dedim ki, maksimum neyniyə bilərlər, maksimum eləyə biləcəkləri şey, mən işdən çıxardarlar, yəni, mən zaten ondan qorxmuram ki, yəni, buradan çıxacam, gedib başqa yerdə iş tapacam, çünki bilirəm ki, nəsə var və özüm də inkişaf elətdirirəm hər keçən gün, ora yatmıram ki, mən filan yerdə oxumuşam, belə savadım var və s. Mən hər zaman üzərində işləməyə çalışıram. Belə bir iddiam da yoxdur ki, mən ən yaxşı ingilis dili müəllimiyəm. Elə bir dərdim də yoxdur, ən yaxşı ingilis dili müəllimi olmaq dərdim də yoxdur. Mən özümün bacardığımın ən yaxşısını eləməyə çalışıram. Qabağımdakı kütləyə onu daha rahat, daha yaxşı, daha asan, daha maraqlı çatdırmağa çalışıram. Mənim hədəfim ya da ölçü vahidim odur. Bu istiqamətdə özümü inkişaf elətdirirəm. Yəni, maksimum eləyəcəklərdir məni işdən çıxartmaqdır. Madəm ki, əgər bu iradları, mənfiləri görüb irad eləyə biləcək, irad bildirə biləcək ölçü vahidlərin varsa, bir keyfiyyət anlayışın varsa, demək ki, müəyyən qədər keyfiyyətin var deməkdir və bu müəyyən qədər keyfiyyəti olan bir adam da işsiz qalmaz deməkdir. Dolayısıyla mən nədənsə qorxum yoxdur. Ona görə o peşəkar inkişaf bizi daha az asılı eləyər. Amma peşəkar inkişaf olmayan da mən bilsəm ki, buradan çıxsam işsiz qalacam, məcbur orada nə istəsələr onu eləyəcəm, nə desələr onu eləyəcəm. Hansı keyfiyyətdə istəsələr onu eləyəcəm. Elə ki, o Çin malı kimidir. Çində sifariş verirsən, deyək ki, fincan istəyirəm. A, B, C, 3 kateqoriyada olar sənə onu eləyir. A kateqoriyası ən yaxşı keyfiyyətdə də eləyə bilərlər. B də, C də, D də istədiyin keyfiyyətdə olar onu eləyə bilirlər. Yəni, bu da mən nə qədər sağlam dursam, nə qədər peşəkar inkişafım yüksək olsa, mən oradan hər hansı bir güzəştə getməyəcəm. Yox, əgər burada məndə problem varsa, nə desələr onu eləyəcəm, necə desələr onu eləyəcəm. Orada da özümdən vaz keçmiş olacağım və yenə də həmin o tükənmişlik sendromuna düşəcəm. Yəni, bizi saxlayan əslində o tükənmişlik sendromuna salan şey bizim insan olmağımızdır, bu çox normaldır. Amma bizi oradan çıxardan şey bizim o peşəyə qarşı olan mənəvi duruşumuzdur, baxışımızdır, oradakı olan gözləntilərimizdir. Mənim deyəcəklərim bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. İndi varsa suallarınızı da eşidə bilərəm. Kifayət qədər danışdım məncə. Bir su içməyi hak etdim məncə. Təşəkkürlər Hüseyn bəy. Həqiqətən çox informativ bir webinar idi. Sizin fikirləriniz çox vacib idi və çox dəyərli idi. Hal-hazırda əgər kiminsə sualı varsa, buyurun, zəhmət olmasa bir əllərinizi qaldırın və mikrofonlarınızı açarıq. Nərvina xanım, nəsə demək istəyir? Salam. Bu webinardan çox razı qaldım. Türkiyədə, başqa dövlətlərdə webinarlarda, belə seminarlarda iştirak eləmişəm. Çox məmnun oldum. Çox sevindim ki, mənim artıq 60-dan yaşım ötüb. Çox sevinirəm ki, belə gənclərimiz var, belə gözəl düşüncəyə malik olan gənclik yetişib. Sizdən fəxr edirəm. Təşəkkür edirəm bugünkü webinara görə də. Çox sağ olun Nərminə xanım. Mənə də xoş oldu sizin kimi təcrübəli bir insandan bu sözü almaq. Təşəkkür edirəm. Sizi bilmirəm, amma mən bu təlimdən bu cümləni alıb elə gedəcəm. İnşallah. Uğurlar arzulayıram sizə. Sağ olun. Sağ olun. Buyurun.
Çox sağ olun Əminə xanım. Şalavə xanım nəsə demək istəyir? Buyurun Şalavə xanım. Mikrofonunuzu açıb deyə bilərsiniz. Mən də bu webinar üçün çox təşəkkürümü Salam, bildirirəm. Çox çox maraqlı sağ olun. webinar oldu. Gözəl təlimdir. Belə gənclərin bizlərə belə deyim də örnək fikirlər deməyi çox vacibdir. Çünki zəmanə bunu tələb edir. Çox sağ olun. Təşəkkürlər. Təşəkkür Buyurun, ederim. buyurun. Kiminsə Buyurun, əlavə buyurun. sualı var nəsə? Ya da demək istədikləri var bəlkə? Və burada bir sual var. Bəlkə də suallar daha çoxdur, bilmirəm. Mən sadəcə birini gördüm. Səhv eləmirəmsə Kəmalə xanım yazıb. Rəhbər heyət müəllimlərə fərqli yanaşırsa, onda necə, məsələn, bir qayda bir müəllim üçün keçərli olur, digəri üçün yox. Onda necə reaksiya verək? Məncə burada birinci ümumiyyətlə hər yerdə bu qayda pozuntularındakı qaydası, hüquqları pozulan insanın üzərinə düşən vəzifə borcu hüquqlarını bilməkdir. Məncə, bilmirəm, bu həll eləməz. Məsəl üçün, mən işlədiyim müəssisədə belə bir qayda var idi. Doğru üslubda onu misal vermək istəyirəm, çox uzatmadan inşallah qısaca cavab verim. Belə bir qayda vardı ki, 4-də çıxış saatı, işdən çıxış saatı 4 idi. Saat dərsin 1-də də bitsə, 2-də də bitsə, 4-də çıxa bilərsən ancaq. Mən amma dərsin 1-də bitirdim, mən çıxırdım. Çünki başqa yerdə də işləyirdim. Oradakı maaş mənə kifayət eləmirdi, sözsüz ki. Sonra başqa müəllimlər də var idi, eləyən, amma eləməyənlər də var idi. Sonra dedilər ki, dəftər qoyacaq, imza atmaq. Dəftər qoydular, mən də imzamı atıb çıxırdım, saat 1-də çıxırdım yenə. Sonra gördülər ki, bu da olmur. Dəftəri saat 4-də 5 dəqiqə qalmış qoymağa başladılar ki, mən saat 1-də çıxsam, imza atmadan çıxmış olacam. Və mənə təklif edənlər olurdu ki, özüm imza atarkən sənin yerinə də atım. Mən dedim ki, mən istəmirəm. Yəni, mən çıxıram və bunu gizlədərək çıxmıram. Yəni, belə bir şeyə ehtiyac yoxdur. Və sonra bu məsələ böyüdü. Böyük bir iclasda, 500 nəfərlik bir iclasda rəhbərlik səhnədədir, soruşur, nəsə problem varmı? Heç kəsdən səs çıxmır. Mən əlimi qaldırdım. Mikrofon çatmadı, oturduğum yerə məcbur səhnəyə qədər çıxartdılar. Mən dedim ki, belə bir problem var. Yəni, mən aldığım maaş mənə kifayət deyil. Sizdən də artırmağınızı istəmirəm. Çünki bu sizin də səlahiyyətinizdə deyil. Mən başa düşürəm. Amma elə bir şey eləməmiz lazım. Nə şiş yansı, nə kebab. Yəni, siz mənə yola verməlisiniz. Göz yummalısınız buna ki, mən çıxım. Dedim, deyə bilərsiniz ki, bax, sənin xoşun deyilsə çıx, bayaq dediyim kimi. Çıx başqası. Dedim, gələn adama da bu qane eləməyəcək də. Bu şərtlərində bu dəqiqə, bu maaş ailəliyəm, bla, bla, bla və s. Və həmin orada səhnədəcə bir qərar alındı. Rəhbərlik müavinə dedi ki, ərizə, dedi, nə edə bilərik? O da dedi ki, tez çıxmaq istəyənlər ərizə yazar, onların siyahısını çıxardarıq. Onlar falan saatında çıxar, istədiyi saatda, yəni dərslər bitəndən sonra. Digərləri də saat 4-də çıxar. Bu, dediyim şey 20, bəlkə də 30 illik bir qayda idi. Mən dəyişdim demirəm, yanlış anlaşılmasın. Doğru üslub dəyişdi. Və hətta orada belə bir qıcıq da qapdı. Mən o sualı verəndə millət alqışladı, elədi. Mən də düşündüm ki, alqışlanmağa ehtiyac yoxdur da. Yəni, mən orada Robin Hood zad deyiləm, qəhrəman zad olmaq kimi dərdim də yoxdur. Rəhbərliyə qarşı sanki belə bir üsyan qaldırıram kimi belə bir dərdim yoxdur. Sadəcə iradımı bildirirəm ki, o da xəbər tutsun ki, vəziyyət nədir aşağıda. Orada görməyə bilər o. Və həll oldu məsələ. 10 dəqiqənin içində məsələ həll oldu. Və ondan sonra hətta mən deyilək ki, gələn iclasda da falan şey deyə bilərsiniz. Mən dedim ki, mən sifarişlə işləmirəm. Yəni, irad sifarişləri almıram. Bunu mən dedim. O dediyim problem də səndir. Yəni, təbii ki, demədilər. Məncə, doğru üslubda demək, məsələni həll ilə birinci qayda qanunu bilmək lazımdır ki, mənim hüquqlarım nədir? Bunu biləndən sonra məsələni intriqaya, konfliktə, mübahisəyə aparmayacaq bir üslubda demək, normal bir insandırsa qarşımızdakı, məsəl üçün, oradakı o həmin bizim rəhbərin elədiyi şey böyüklük göstərdi. Hətta o insanların alqışlamağı mənim sualımı, onu biraz da qıcıqlandırdı, haqlı olaraq egosuna toxundu, nədir, xoşunuza gəldi falan filan belə. Amma yenə də orada şey eləmədi də, elə bir ki, geri addım atdı deməyim, bir şeyi düzəltməyə getdi, konstruktiv bir yanaşma elədi. Burada da əgər qarşımızdakı insan elədirsə, bu doğru üslubdan düzəltmək olar. Yox, əgər elə deyilsə, zaten başqa yolu yoxdur, nə bilim, şikayət eləmək mi olar, nə eləmək olar, bilmirəm. Amma bəlkə də 3-5 nəfərlə bərabər müraciət eləmək olar. Məncə, hüquqlarını bilmək bizim ən böyük gücümüzdür. Bugün üçün, yəni, adam, mən müdürün yanına getsəm ki, bax, hörmətli müdür, siz belə bir şey edirsiniz, amma hüquq olaraq bu doğru deyil. Mən bunu bilirəm və lütfən xahiş edirəm, gələn dəfə belə eləməyin desəm, mən əminəm ki,
sosial şəbəkənin də bu qədər inkişaf elədiyi bir dövrdə artıq insanlar çox da belə əlini qolunu sallaya-sallaya qanun qayda poza bilmir. Amma mən özümə nə yaraşdırıram, o qayda qanunu bilirəmmi gedərkən biraz mən bunu tövsiyə elərdim yəni. Necə reaksiya verək? Sualın sonunda odur ki, necə reaksiya? Yaxşı reaksiya verməyək məncə. Yəni susmayaq buna, amma deyərkən də haqlı ikən haqsız duruma düşməmək üçün doğru və düzgün üslubla. Bəlkə də bir ehtimal insanı bir hüsnü zənn eləyək, doğru yaxşı fikirləşməyə çalışaq ki, bəlkə müdir onu, rəhbərlik onu bilmədən eləyir, istəmədən eləyir. Yox, əgər istəyərək eləyirsə də ya da fərqi yoxdur, niyyəti nədir? Mütləq bildirmək lazımdır. Başqa bir sual görmürəm. Varsa lütfən bildirin. Teşekkürler Hüseyin müəllim. Bəli, əlavə bir sual görmədim chatda məndə. Dəyərli müəllimlər, əgər sualınız varsa, zəhmət olmasa ya chatda yazın, ya da ki mikrofonu aktiv edib deyə bilərsiniz. Salam. Əvvəla təşəkkür edirəm, belə bir ortam var. Bir sualım olacaqdı. Yəqin ki, burada hər kəs müəllimdir. Misal üçün biri indi hal-hazırda aktual bir mövzudan danışacağım. Həmkarlardan çıxmaq istəyir. Ona niyə təzyiqlər olur? Niyə biz istədiyimiz quruma üzv olub, yaxud oradan belə rahatlıqla çıxa bilmirik? Nəyə görə? Niyə təhdidlər olur? Müəllimə, bu sualınızın texniki cavabı məndə yoxdur. Çünki mən həmkarlar nədir demək olar ki, bilmirəm. Özür dilərim. Yox, orada olmamışam. Amma orada da məncə yenə bir arqument gətirərəkdən əgər bu mənim hüquqlarımda varsa, bildirə bilərəm, arqumentlər gətirə bilərəm ki, işlərimin çoxluğundan dolayı, bura vaxt ayıra bilmədiyim üçün düşünürəm ki, faydalı olmuram. Məncə ola bilər ki, daha həvəsli və istəkli birisi bura daha çox fayda verə bilər. Qalıb hər hansı bir pasiv olmaqdansa düşünürəm ki, çıxmağım daha yaxşı olar. Kimisindən belə bir məntiqli və gözəl bir arqument gətirmək deyə mən düşünürəm ki, də qəbul görərdi. Yəni, belə bir nəsə bir mesaj vermək mənasında yox, sadəcə çatdıra bilmirəm, bir faydam yoxdur, ona görə çıxsam yaxşı olar kimi yanaşma bəlkə də məsələni həll eləyər. Amma yenə deyirəm, mənim həmkar şeyim yoxdur, təcrübəm yoxdur, orada çox da danışıb şey eləmək istəmirəm. Şahnaz xanım, mən də sizin əslində texniki tərəfdən sualınızı başa düşmədim. Əgər bizim layihəyə aiddirsə, zəhmət olmasa, bizim support həm chatımız, həm e-mailimiz var. Oraya yaza bilərsiniz. Orada sizə maksimum dərəcədə kömək edəcəklər. Yəni, hər bir sualınıza cavab verəcəklər. Keçək digər suallara. Hüseyin müəllim, sizinlə necə əlaqə qura bilərik? Fatma xanım sual verib. Salam, indi doldurdum. Mən dəyərli müəllimlər, zəhmət olmasa, əgər bizim görüşümüzə aid digər bir sualınız varsa Hüseyin müəllimə, o sualları verərdik. Əgər sualınız yoxdursa, o zaman mən bir dəfə də link sizlə paylaşıram və burada da deyirəm, xəbəriniz olsun. Chatda bir link paylaşıram, o iştirak formudur. O iştirak formu doldurub sertifikatı əldə edə bilərsiniz. O formanı doldurmaq çox vacibdir sertifikat üçün. Əlaqə ilə bağlı onu deyim ki, Vaqif bəydən nömrəmi də ala bilərsiniz ya da sosial şəbəkədən, Facebookdan Hüseyin Həsənov da Azərbaycanca yazılır. Instagramda Mr. Hüseyin Həsənov şəklində yazılır. Profil şəklindən yəqin tanıyarsınız. Belə də əgər istəsəz, Vaqif bəyə də belə necə deyək, rıza göstərirəm ki, nömrəmi verə bilər. Yazsaz dərhal cavab verərəm deyə söz verməyim, amma mütləq ki, cavab verərəm. Ola ki, cavab verməsəm, həmən cavab verməsəm, bunda hörmətsizlik kimi başa düşməyin belə. Salam, hər vaxtınız xeyir. Mən bir sual ünvanlamaq istərdim. Buyurun. Deməli, ilk öncə təşəkkür edirəm seminarınıza görə. Doğrudan da bugünün aktual mövzuları olan situasiyalara toxundunuz. Mən özüm hal-hazırda müəllim kimi fəaliyyət göstərirəm və gənc kadram. Onu demək istəyərdim ki, mənim ən çox problem yaşadığım nüans nədir? Valideynlərin hal-hazırda bilirsiniz ki, məktəblərdə KSG-lər yazdırılır. Valideynlərin həmin KSG-lərə olan, necə deyərlər, belə qiymət zəifliyinə olan mənfi davranışları
davranışı ilə bağlı sual vermək istərdim. Tutaq ki, baş vermiş bir situasiyanı danışmaq istərdim. Tutaq ki, hər hansı bir uşaq KSG nəticəsi olaraq çox zəif aşağı qiymət göstərir və valideyn buna etiraz olaraq aqressiv davranır və uşağının biliyini həmin KSG-yə görə çərçivələyir. Və avtomatik burada müəllim və valideyn arasında problem yaranır ki, valideyn belə bir situasiyadan çıxış edir ki, mənim uşağım hər şeyi bilir, çox necə deyirlər, üstün zəkalı bir uşaqdır, bütün dərsləri, fənləri oxuyur, amma sizin fəndən niyə aşağı qiymət alır və siz dərsi düzgün tədris etmirsiniz. Mən uşağa, valideynə daha doğrusu başa salmaq istəyirəm ki, yəni uşağın aldığı bilik, inanın ki, onun yazdığı KSG-dən daha önəmlidir. Və bu bir KSG-lik, yəni mən bunu bir KSG-lik bacara bilirəm ki, valideyn bir ay demək olar ki, mənimlə razılaşır. Amma növbəti KSG gəldikdə uşağın göstəricisində artış olduğu halda belə, yenə valideyn, necə deyərlər, öz mənfi fikirlərini söyləyir, həm dərs haqqında, həm müəllim haqqında. Yəni siz bu situasiyaya baxanda, yəni nə kimi bizə məsləhət verə bilərsiniz ki, valideynin bu KSG dar düşüncədən necə çıxara bilərik ki, yəni əsas göstəricinin KSG olmadığını ona inandıraq? Maraqlı sualdır. Birinci onu deyim ki, valideyn tərəfindən danışım, birincisini. Əgər biz valideyn əlinə KSG-lər, BSG-lər, monitorinqlər kimi alətlər vermişiksə, hansı ki, savadı ölçəndə imtahan bir ölçülü vahididir. Və zaten cəmiyyət olaraq da imtahan nəticəsi, yarış nəticəsi kimi şeylərə çox üstünlük veririk. Məsəl üçün, biz ona görə sırf o məqsədlə düşərgələrdə heç bir yarış eləmirik, yəni fərdi yarış yoxdur. Talant show edirik uşaqlar tonqalın ətrafında, orada da yarış yoxdur. Nə bilim, filan təqdimat edirik, orada da yarış yoxdur ki, uşaq onsuz da hər yerdə yarışır, gəlib bir də düşərgədə yarışmasın. Biz də valideynə demişdik ki, KSG deyə bir şey var, onsuz da gündə bir dənə imtahan çıxır. Valideyn də ölçü vahidi odur. O da ona görə ona üstünlük verir ki, önəm verir ki, KSG-də qiyməti zəif olduğu demək ki, öyrənə bilmir falan. Yəni, bu əslində valideynin haqlı olduğu tərəfidir, önəm verməsi. Üslub olaraq günahlandırmadırsa, burada məncə ona arqumentlər verə bilərsiniz. Məsələn, deyirsiniz ki, uşağın öyrənməyi daha önəmlidir, nəinki KSG. Mən sizlə razıyam bir həmkar kimi. Amma valideyn də deyir ki, bu KSG zaten onun öyrəndiyini ölçən bir alət deyil. Yəni, madəm ki, öyrənmişdi, niyə yazmadı? Burada əgər sizin dərsinizi, dərs keçmə tərzinizi tənqid edirsə və siz onunla razılaşmırsınızsa, məncə onu ikna edəcək, razı salacaq başqa arqumentlər verməlisiniz. Məsələn, deməlisiniz ki, sizin övladınız 3 alıb, amma sinifdə məsəl üçün 12 nəfər 5 alan var. Ya bilim, 7 nəfər 4 alan var. Yəni, onlara da mən keçirəm, sizin övladınıza da mən keçirəm. Bu kimi arqumentlərdən texniki data ilə, məlumatla siz ona daha belə dolğun cavab verə bilərsiniz. Amma qaldı ki, məsələn, KSG sizin bu qədər önəm verməməyiniz məni sevindirir. Nə yaxşı ki, yəni belə bir ki, amanda KSG yaxşı olsun falan filan. Əlbəttə, yaxşı olsa, mən də bir 6-cı sinif şagird valideyni kimi deyim ki, KSG-si yaxşı olanda üzülmürəm. Pis olanda da depressiyaya girmirəm, o ayrı məsələ, ya da uşağı da çırpmıram. Amma niyə də yaxşı olmasın, ola bilirsə. Orada mən müəllimi yox, mən deyək ki, uşağı günahlandıra bilərəm ki, kifayət qədər oxumamısan mı? Sorğuluram, səncə o sualları niyə edə bilmədin, niyə 3 aldın, istəyirəm ki, düşünsün və özü dərk eləsin. Amma bunu da hər valideyndən gözləyə bilmərik. Ona görə valideynin o KSG-yə verdi. Bugün o valideyn KSG-yə önəm verir. Sabah buraxılış imtahanı önəm verəcək. Orsi gün universitet imtahanı önəm verəcək. Düşün ki, hər il yenə də intihar edən abituriyentlər olur. Yəni, bu niyə dəyişmir? Yəni, valideynlər heç mi qorxmur? Yaxşı, sizi dinləmir, məni dinləmir. Bəs bu intiharlardan da mı qorxmur valideynlər? Demək ki, qorxmur. Yəni, uşağa intihar elətdirəcək qədər təzyiq eləyən bir kütləyə siz KSG-nin çox da önəmsənməyini anlatamazsınız. Yəni, sadəcə da belə bir ifadələrlə deyə bilməzsiniz, yenə o dəyişməyəcək fikrini. Ya uzun-uzun maarifləndirici söhbətlər aparmaq lazımdır, hamını yığıb ki, əsas uşaqların şəxsiyyətinin formalaşmasıdır. Bəzi uşaqlar var ki, həyəcanlanırlar, bla 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 və s. Buna da ya vaxt yoxdur, ya imkan yoxdur, ya da nəysə. Amma orada data ilə danışsaq ki, okey, eyni müəlliməyəm, sizin uşağınız 3 alıb, amma 7 nəfər 4 alıb, məsəl üçün 12 nəfər 5 alıb, eyni sinifdir. Demək ki, uşağınız kifayət qədər oxumayıb. Məncə bu cavab daha dolğun bir cavab olardı, yəni. Bilmirəm, sualınıza cavab oldu mu?
Təşəkkür edirəm. Siz danışdıqca öz dediyim valideynlərə cümlələr gözümün önündən keçir ki, yəni mən eyni fikirdə olmağımıza doğrudan da çox sevindim və bu mənə motivasiya verir ki, yəqin ki, düzgün yoldayam. Təşəkkür edirəm. Yəni, hər zaman hər şeyi anlata bilməyəcəksiniz, yəni valideynlərə. Ona görə qətiyyətinizi qoruyun. Çünki sən doğru bir şey eləmək istədiyin zaman belə qarşında bir valideyn ya da kimisə görə bilərsən. O zaman nə edək? İzah eləyəcəyik biz. Quran-ı Kərimdə Peyğəmbər Əfəndimizə xitabən deyilən çox gözəl bir cümlə, ayət var. Deyir ki, başları çartlayana qədər onlara de. Mən bir pedaqoq kimi onu özümə belə bir, onu ilk dəfə oxuyanda belə bir aydınlanma gəlmiş mənə ki, ayda nə gözəl cümlədir. Zaten deyək ki, Peyğəmbərimiz də bir Peyğəmbərin vəzifəsi də eyni zamanda o da bir pedaqoqdur, doğruları anlatan bir rəsuldur, elçidir. Mən dedim ki, mən də demək ki, uşaqlara, valideynlərə başları çartlayana qədər də gərəkirsə deməm lazım. Axırda bəlkə başa düşməyəcəklər yenə də. Varsın düşməsinlər də. Yəni, mənim işim nədir? Mənim işim deməkdir. Yəni, deyəcəm, xoş təmənnilərlə, dua ilə, diləklə, arxasından da onu toxumu ək bitməzsə torpaq utansın, oxu at, hədəfə varmayan mızraq utansın. Yəni, ona görə biz əlimizdən gələni eləyəcəyik, amma bayaq ki, o dedik ki, realistik gözləntilər hər zaman hər istədiyimiz kimi, istədiyimiz qədər olmayacaq. Belə. Təşəkkürlər Hüseyn bəy. Gəlin məncə sona yetirək bizim görüşümüzü. Əgər kimdəsə çox belə vacib sual yoxdursa, məncə siz bacardığınız qədər bütün suallara verilən və verilə bilməyən suallara cavab verdiniz. Həqiqətən çox informativ bir webinar oldu. Mən də öz tərəfimdən çox sağ olun, faydalı olsun da xoş. Alqoritmika komandasından sizə təşəkkür edirəm. Çox sağ olun ki, qatıldınız. Çox vacib bir fikirlər burada söylədiniz. Bu arada, əgər Hüseyn müəllimi kimsə takip etmək istəyirsə, chatda biraz öncə paylaşmışdım Instagramda. Bir dəfə də paylaşıram. Hüseyn müəllimin Instagramda, buyurun, qoşula bilərsiniz. Bir dənə də sual var burada, özür istəyirəm, sözü də kəsirəm. Ona da cavab edək. Salam, mənim də bir sualım var. 5-ci sinif rəhbəriyəm. Sinifə yeni şagirdlər gəldikdə digər uşaqlar yeni uşaqları qəbul etmək istəmirlər. Hər dəfə problem yaşayıram şagirdlər arasında münasibətlər ilə bağlı. Bu tez-tez yaşanan problemdir. Hətta yeni gələn uşaqlar, yaxın olan uşaqları qınamalar da olur. Nə bilim, dostlar, rəfiqələr, hələ uşaqların romantik dövrlərdir o 5-ci siniflər, 4-lər, 5-lər. Orada əvvəla uşaqlara danışıqlar aparmaq olar. Yeni uşaq gəlmədən o sinifdəykən danışmaq xoş olmaya bilər, amma yeni uşaq hop deyə bir anda gəlmir də, əvvəlcədən bilir ki, sinifimizə yeni uşaq gələcək. Uşaqlara empatiya qurdurmaq olar. Uşaqlara düşünün ki, bax, sizdə belə bir şey ola bilər, ailəniz harasa köçə bilərsiniz, məcbur gedə bilərsiniz. Necə hiss eləyərdiniz özünüzü? Hətta bir soruşmaq olar. Məsələn, Əhməd, sən necə hiss eləyər? Bax, getmirsən yeni bir məktəbdir, yeni bir bina, yeni sinif, heç kəs tanımırsan. Necə hiss eləyərsən? Adi biz, məsəl üçün, böyüklər belə harasa gedəndə, tanış olmayanda biraz narahat oluruq, çəkinirik. Asan bir şey deyil, çox çətin bir şeydir. Bir də düşünün ki, sizi istəmirlər. Belə-belə, məncə, empatiya, orada uşaqlara empatiyanı da aşılamış olarıq. Bu kimi hallarla eləmək olar və oyunlar oynatmaq olar, tanışlıq oyunlar var. 5-ci siniflər zaten oyun oynamağa meyillidirlər. Uşaqların belə dairəyə durub, hər kəs adını, sevdiyi şeyi deyib, belə-belə bir müəyyən tanışlıq oyunlar var. YouTube-da çoxdur. Təlimlərdə də biz keçirik onları. Belə bir halla, amma öncədən hazırlamaq çox vacibdir. Empatiya elətdirmək. Mən sinifdə uşaqlara iki sözü böyük hərflərlə yazdırmışdım. Hər bir hərf A4 kağızda özləri yazmışdı, bəzənmişdilər. Respect, bir də empathy. Yəni, hörmət və empatiya. Bu iki sözü oraya yazmışdım. Nə ki, situasiya olsa, mən oranı göstərirdim. Heç nə demirdim. Oranı göstərirdim. Uşaqlar başa düşür ki, nə demək istəyir. Ona görə məncə o empatiyanı da aşılamış olarıq. Onlar situasiyanı onlara maksimum necə hiss elətdirə bilsək, yaxşı olar. Sinifin hansı ki, o dəcəl bunu eləyəcək də o potensial var o uşaqda ki, o gələn uşağı təcrid eləyəcək. O uşaqlara daha çox məsələn, soruşmaq olar da belə bir pərtələ. Sakın eləmə kimisindən yox. Səncə, sən necə hiss eləyərdin? Sən necə hiss eləyərdin? Sən neyniyərdin? Sən belə təcrid eləsələr kimisindən? O abu havanı onlara yaşadıb, sonra gələn uşağı rahatlatmaq lazım. Bəlkə bir alqışlatmaq lazımdır. Həqiqətən də o böyük bir stresdir. Uşağın yeni bir sinifə girməsi. Biz bu yaşda harasa gedəndə
Yəni o stresi yaşır. Toya məsəl üçün, bax, toya gedirsən, əgər getdiyin toyda heç kəs tanımırsansa, adam şey düşür ki, ayda gedim yanındakini tanımıram, eləmirəm, necə edeyim və s. Yəni, ona görə biz birinci bilməliyik ki, bu stresli bir haldır, o uşağa kömək eləməliyik və uşaqlara da belə bir öncəsindən bir empatiya çalışması eləmək faydalı olar. Çox sağ olun suala görə. Okey, bu dəfə bitirdim. Sağ olun Hüseyn bəy, çox sağ olun. Siz də sağ olun Vaqif bəy. Bütün müəllimlərə təşəkkür edirəm ki, qoşuldular, bu webinarda iştirak etdilər. Təşəkkür edirəm, çox sağ olun. Zəhmət olmasa Telegram kanalımızda da aktiv qalın. Orada daha çox webinarlar paylaşılacaq. Oldu. Bu arada qoşulduğum ən yüksək sayılı müəllim seminarı idi. Yəni 169-170 nəfər var idi. Bravo, yəni səbrinizə görə mən də sizə təşəkkür edirəm, həm də təbrik edirəm. Yenə bir gün başqa bir yerdə, bu boyda ölkədə yaşayırıq. Xoş və xeyirli, faydalı təlimlərdə, tədbirlərdə görüşmək üzrə. Hər birinizə uğurlar, hər birinizə xoş istirahətlər, bol-bol dincəlin, siz bunu hak etdiniz. İnşallah ki, təkrar görüşmək ümidiyle. Sağ olun. Təşəkkür edirəm. Tekrar görüşərik inşallah. Mən də sizə uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkürlər. Sağ olun. Teşekkürler. Çok sağ olun. Çok sağ olun. Teşekkür edirik değerli webinar için.